Ulu Tanrı'nın adıyla Bismillahirrahmanirrahim. Allah'a şükür olsun bu günləri də ömür verdi və gözümüzü günü aydınlığa açdıq. Və aydınlıqlardan da biri Türk millətimizin, Türk dədə-babamızın yazdıqları və bizə miras qoyduqları düşüncələri, anlayışları, görüşləri, ixtira, iktişaf etdikləri və ələ gətirdikləri külli o təcrübələrinin xülasəsidir. Hər kitab bir neçə min illik təcrübənin, yaşamın, anlayışın, düşüncənin sonuncudur. Fərq eləməz hangi sahədə olur olsun, bizim xoşumuz gəlir ya gəlməsin, biz onu yaşamışıq. Eyni halda bizə dilimizi də gətirir və bizə doğruluqları da gətirir. Yəni biz indi bir matriksdə yaşırıq. Matriks deyəndə yəni bir yalan dünya ki, media, dövlətlər, güclər, fabrikalar, sərvət və pul sahibləri, para pul sahibləri bizim zehnimizdə və çevrəmizdə yaradıblar. Biz onun içində yaşırıq o halda ki, o düz deyil. Yuxu kimi bir şeydir. Biz yuxuda bir şeylər görürük və bu yuxu doğru bir şəraitdə deyil. Bizə əlac veriblər, bizə dava veriblər. Biz o davaların içində, o əlacların içində bir yuxu görürük. Buradan ayrılmamız və özümüzə yenidən gəlib, yenidən güc olub ayağa qalxmamız, dünyanı idarə eləməyimiz buna gəlir ki, qeydaq özümüzə. Və özümüzə deyəndə yəni tariximizi, dilimizi, ədəbiyyatımızı, hər şeyimizi doğru düzgün öyrənək, özəlliklə düşüncə tariximizi, anlayış tariximizi, siyasət tariximizi, hüquq tariximizi doğru və ixtiraat, inkişafat, bunlar hamısı bizim keçmişdə varımız olan bir şeyləridir ki, indi onları biz gərək bu günləri tazaşdan öyrənək və özümüzə bu bir milli güvənc verər özümüzə, bizi güvəndirər özümüzə və biz eləyə bilərik ki, yenidən qalxaq və deyək, tamam, bizim atalarımız əgər bu işi görüblər, eləyə biliblər, 3 qarrə idarə eləyələr, biz hətmən 3 qarrədə yenə söz sahibi olmaq ola bilər. Çünki həman beyin, həman insanlar biraz da yaxçı dövranda yaşırıq, yaxçı imkanatla yaşırıq. Bir yaxçı liderşiplər olursa, təəssüflə ki, yoxumuzdur. İndilikdə feylən liderşiplərimizin %99-u düşmənin yaratdığı matriksin içində və düşmənə mənfəətinə çalışan bir liderşiplərlə qarşı-qarşıyayıq. Hər halda ki, bu günləri hangi bir kitab bizi hara aparır? Keçən 2 gündə ciddi 2 dənə cəlib kitab oxuduq. Birincisi Fütuhat-ı Məkkiyənin Türkçə tərcüməsi idi. İçində çox ciddi şeylər var idi və ikincisi düşüncələr var idi. Oradan-buradan oxuduq, amma kaş bunu adam oxuya, yəni içində ciddi mətləblər var ki, biz eləyə bilirik ondan bugünkü məsələmizə baxa bilirik. İkinci məsələ Şərh Məsnəvinin 7-ci cildini oxuduq. Bunun çox oxuduq özü də. Fikirlərim ki, 2 saatcan bunun 3 saata yaxın bu kitabının əlləşdik. Burada mən birinci dəfə Məsnəvini oxuyanda gördüm bir nəfər deyir ki, ağa burada düzdür, bu irfani deyir, ölümü filan deyir. Amma vaqiət bu şey deyir, ağa il başı şahı dəyişdirə bilərik, millətin bu iradəsi var, şahı dəyişdirsin. Biz nəcür olubdur 777 il Məsnəvinin yazılığından bu qədərəcə, bu günə qədər bunu düşünməmişik ki, tamam bu adam rəsmən irfan aləmində bir düşüncə örtüyə atır. Ya da düşünmüşük, amma indi biz bilmirik bunu. Ki, ağa, hər il biz bir şahı dəyişdirə bilirik. O şahın yaxçılığı, pislığına baxaraq, bu şeirdə də onları deyir, onu biz indirə bilirik və mücazat eləyə bilirik. Təəssüflə biz dediyim kimi Türk gözü ilə baxmamışıq və qoymayıblar keçən 250 ildə baxaq. Onun üçün də belə bir problemə düşmüşük, belə bir çətinliyə düşmüşük ki, düşüncə qıtlığı var bizdə. Qəhətliği var, qıtlığı var.
Gedək görək bu günləri Divan Nəqşi, Nisabül Bəlağə, Risale-i Musiqi, Fütuhat Məkkiyyə və Şərh Məsnəvi İsmail به زبان ترکی yazıbdı onu, biz onu türkçədir. Gedək görək bu Həmzə-i Basəfanın əvvəlki cildi. O Həmzə ki oxumuşduq, ki dedik 7 cildidədir, hansı cildidədir, bir şeylə oxuduq. Bunun birinci cildi Dəqaiqül Həqaiqi də açaq görək ki, bunlarda nə var? Birinci kitabımız Həmzə-i Basəfanın əvvəlki cildi nə deməkdir? Bu kitabın əvvəl şeyinə baxaq. Yekəldək bir görək kitabxanada nə vəziyyətdə qalır. Kitabı görürük. Kitab təqribən bir zərrə bunu kiçilsəm ehtimalı çox olur da. Tamam, hər halda bu cür gələcək, düzələcəkdir. Kitabın baxsaz görürük ki, rəngi üstünə bir kağız yapışdırıblar. Qıraqları parça imiş ya da üstü parça imiş, parça cırılıbdır. Bəli, görünür parça ilə cırılıbdır, bez imiş, hər nə imiş o cırılıbdır. Altdakı çöhrayı rəngdə olan cild kağızı çıxıb eşiyə, amma görürük ki, həm parça olan bölümlər, həm də bu bölümlər kamilən irad görüblər. Gəlirik bu birisi səhifəyə görürük. Əvvəl bu kitabın yazıb ki, 264 səhifədir. Bu PDF-də biz 132 görürük. Niyə ki, PDF-in hər səhifəsində 2 səhifə yerləşib kitabdan. Süleymaniyyə kitabxanasında İstanbulda Fatih məhəlləsində saxlanılır. Baxırıq kitabın içinə, zahirən hər halda görürük, çox kirli saxlanıbdır. Ehtimalən burada bir od düşüb ya nə düşübdür. Burada bir yazı yazıbdır, kitabı alan bir yazı yazıbdır, amma nə yazıbdırsa onu da bəlkə oxuduq. Həmzə-i Basəfanın əvvəlki cildi bəyan. Bu elə kitab bismillahsız filansız girir bura, çarçıvəzat yoxdur, girir kitab yazıya. Dövrəsində də yazı üçün yer qoymayıb əslində. Burada ehtimalən su tökülüb burada ortada, aşağıda bir bölümə onu görürük. Kitabın üstündə soralar ehtimalən bu ədədləri qoyublar 1-2-ni. Burada məsələn 3. Hər iki səhifəyə bir nömrə qoyublar, bunlar sonra qoyublar. Hər halda və sonra da bunu gətiriblər latincədən ədəd qoyublar yanına. Kitab çox gözəl bir xətt ilə yazılıbdır. Burada baxırıq, oxumalıdır. Nə deyirlər, mən elə özüm təqribən bu xətt ilə yazıram. Yəni, mənim də xəttim belədir, biraz adca fərqi ola bilər ya yox. Adam bəllidir, birinci yazıya bənzir. Yəni, birinci yazıdır bu, ehtimalən, ya da üzündən bəlkə birinci nüsxələrdən biridir, amma mütəxəssis deyil. Yəni, işi bu deyil ki, nəssax deyil əslində. Çünki xətti onlar biraz fərqli xəttinə yazırlar. Sətirlər düz yer getmir, bunlardan deyirəm. Bunlar dəlildir ki, niyə bu nəssax yazmayıbdır. Sətirlər düz getmir, əyri-üyrüdür. Sətrin ortası belə eləyə bilir ki, mocu olsun, bu kəlmələrin yazılmasında fərqləri görürük. Silə bilir, məsələn, burada görürük ki, bir kəlməni nəzərə, ya burada həlak sözündə görürük ki, məsələn, nəzərə gəlib qələt yazıbdır, Tutazaşdan onu düzəltməyə çalışıbdır. Bunları görürük, bir-iki yerdə bu səhifədə görürük ki, qərəliyiblər, genə də bunları görürük. Bəzi yerdə görürük ki, sətirlər bir-birinə çox yaxınlaşıb, həman sətrin bir yeri də uzaqlaşıbdır bir-birindən. Bunlar bunu göstərir ki, bunu yazan herifeyi profesional deyilmiş. Kitab hər halda gözəl xəttinəndir, çünki bunu mənim kimi savadsız bir adam oxuya bilər. Əcəba bu romandır, hekayədir, nədir və ha zaman yazılıbdır, bunu tapa bilsək
Buradan bu üzrə biraz xətt dəyişir. Yəni bir neçə səhifədən sonra xətt dəyişir, amma birinci yazıdır. Məncə hala birinci yazıdır. Kitabın üstünə nəzərə gələn su deyil, yağ kimi bir şey keçib kitaba. Yəni mən bunu su görmürəm. Bu yağ kimi ya nəft kimi bir şey bu kitabın üstünə tökülübdür və içinə gedibdir üst səfədən. Yəni kitabın başı tərəfindən beləsi bir şey olub. Ehtimalə məsələn fanızsa daşıbdır ya çıraqzat aşıbdır, yağı tökülübdür, keçib səfələrin içinə. Özü də adam məsələn orada deyilmiş. Yəni kamilən kitab gedibdir, ortayacan islanıb. Uzun zaman çəkər bunun beləsi islanması. Bəzi yerlərdə də su tökülübdür, silibdər, biraz rəngi qaçıbdır, qatışıbdır. Dediyimiz kimi bəzi kəlmələrin üstünə xətt çəkiblər, nədəndir onu bilmirik. Mənə belə gəlir, oxumamışam, oxumadığım üçün indi qəzavət eləməyim. Burada gəlir yetişir 42-ci, yəni 84-cü səhifədə ağlayıb deyir ki, şahım bana zulüm etmə, bu oğlun benimdir və bu cariyə də benimdir deyib fəryad eylədi. Belə bir şey burada bir səhifədə yazıbdır. İndi bu hardan gətirib buradan yazıbdır, belə bir şey görsənir burada, amma ehtimalən o olmasın. Bəli, səhifə boşdur, bir dana səhifədə fəqət bunu yazıbdır. Arxasında da o qədər bir ciddi bir şey yazmayıbdır. Yenə də nəzərə gələn bir xətt oradan çəkib gətirib bura, əcəba o xəttidir, yoxsa deyil. Edən Keyqubad şah bu işə təəccüb eylədi. Hər halda bunu baxarıq, görürük ki, bu nədir olubdur, oradan gətirib iki səhifədə beləsi yazıbdır. Nəzərə gəlir ki, bunlarda biraz xətt çox fərqli olubdur, bəlkə təxəssüslü ya, yəni nəssaq yazıbdır. Biraz fərqli yazdı. Xəttinin modeli dediyim kimi biraz dəyişir və qələm də fərqli qələmdir. Yəni hala o şey ki deyirdik, sahib qiran, ibtidai qissə və sahib qiran bəyan olur. Ehtimalən burada nağıl dəyişir ya da ki nağılın ikinci bölümü başlayır. Nəzərə gələn nağıl mən dedim, bəlkə nağıl deyil, hekayə deyil. Amma hər halda onu baxmaq gərəkir. Kitabın baş tərəfi dediyimiz kimi çox iradlıdır. Ehtimal verirəm ki, iplər də qırılıbdır, çıxıb eşiyə görsənir ya nədir orada görsənir. Çünki hər səhifədə bir görsənməməlidir, əgər şey olursa. Amma kitabın ortası da, şirazəsi də hasar görmüşmüş, yəni xəsarət görmüşmüş. O da indi bəzi yerlərdə çox görsənir, bəzi yerdə az görsənir. Və bunlarda əslən görsənmir, fəqət elə o kitabın qıraqları əlbəttə görürsünüz, hesabı qatlanıbdır. Yəni kitabın qıraqları çürüyübdür, üst qıraqları özəlliklə görürsünüz burada. Məsələn, bu bir dəfədə su keçib içinə. İndi bunun bir dəfə o yağ dedim, ən azından bir dəfə, bəlkə də iki dəfə, hətta su keçib bunun içinə. Kitabın burada o daha çox görsənir. Elə bir son səfələrə gəldik. Zahirən burada 126, yəni 253-cü, 52-ci səhifədir. Yox, məsələn, burada görürük ki, səfə ağ oldu. İki səfə ağ qalır və yenə əcəba nağıl ya burada bir şeylər qoyublar, qalsın sonra yazalar ya nəymiş burada, hər halda xətt yenə dəyişdi və burada kitab qutardı. Təmməti görürük qoyublar, amma bunu qeydib baxmalıyıq. Aha, bir də burada bir şey gördüm. Elə bir kitabın bu səhifəsi tərsə yazılıbdır. Yəni cəlibdir burada. Kitabı gərək tərsə çevirək. Bu səfə tərsə yazılıb. Ehtimalən əcəba o kitaba əslən bunun kitabla ilgisi var ya yox, orası öldürəcəkdir. Öldürəcəkləri, tamam, bu düzdür. Bu səfənin arxasıdır yazmır. Bu xəbəri, bəli, yox, düzdür. Aynı bir-birinin arxasıdır yazıbdır, amma burada kitabı tərsə tutub yazıbdır. Yəni bu da göstərir ki, nəssaq deyil. Nəssaq olsaydı bu böyüklükdə bir
səhv eləməzdi kitabı nədən tərsə yaza ki? Bəlkə də əmdən tərsə yazıb. Yəni o da ola bilər ki, bəzən görürsüz ki, eləyə bilir ki, tərsə də yazsın yəni. Qeydlik gəldik kitabın əvvəlinə. Əvvəldə bir şey yazılıbdır, biraz oxuması çətin olacaqdı. Əhmədi Usmaniyyə Qulləri 277, 217. Şul səhifə 4 nömrə Əhməd ağa. Belə bir şeylər görürəm, amma oxuya bilmirəm. Və biraz da özümü istəmədim sonra salam, düzün axtarsız. Yəni o qədər deyil. Həmzə-i Basəfanın əvvəlki cildi bəyan olar. Əvvəl bir görək ki, əcəba Google, Cimnay, Həmzə-i Basəfa haqqında bu şey bir məlumat bizə verə bilirmi? Həmzə-i Basəfa kitabı haqda hansı bilgiləri bizə verə bilirsin? Görək ki, bu bizə Həmzə-i Basəfa kitabı Azərbaycan klassik mənsur halətinin, mənsur yəni düz yazı, mənsur halətinin və xalq dastanlarının önəmli örnəklərindən biri sayılır. Bu əsər əsasən Həmzənamə ənənəsinə söykənir. Söykənir, çox zalibdir. Bunu indi nə vaxtdan sonra eşitdim. Və İslam dünyasının məşhur qəhrəmanlıq dastanlarından biridir. Dastandır, bəs hekayət. Bu kitab haqda əsas bilgilər belə xülasələmək olar. Mövzu və məzmun. Kitab Həzrəti Məhəmməd ibn sallallahu aleyhi və səlləm, əlbəttə Məhəmmədin sallallahu aleyhi və səlləm əmisi Əmir Həmzənin şücaətlərindən, döyüşlərindən və qəhrəmanlıq öykülərindən bəhs edir. Əsərdə tarixlə əfsanə bir-birinə qarışıb. Əmir Həmzə məzlumların himayəçisi və ədalət uğrunda vuruşan bir pəhləvan kimi təsvir olunur. Nəsr və dil özəllikləri. Sadə və axıcı dil. Kitab xalq dilinə yaxın sadə və anlaşılmalı bir nəsr ilə yazılıb. Bu da onun kütlələr arasında yayılmasına səbəb olub. Klassik quruluş. Əsərdə geniş təsvirlər, qəhrəmanlıq, səhnələr və bəzən mənzum, yəni şeir parçaları da gözə çarpır. Mədəni önəmi. Bu kitab keçmişdə Azərbaycanda böyük şəhərlərdən tutmuş uzaq kəndlərə qədər gecə toplanışlarında və qəhvəxanalarda oxunan ən məşhur kitablardan idi. Həmzə-i Basəfa oxumaq böyük bir söz sənətinə çevrilmişdi və insanlar arasında şücaət və mərdlik ruhunu gücləndirmişdi. Əlyazmalar və çaplar. Bu əsərin müxtəlif əlyazma nüsxələri Təbriz, Bakı, Tehran kimi şəhərlərin kitabxanalarında mövcuddur. Həmçinin köhnə daş çapları, çap səngi da bu əsərin nə qədər köklü olduğunu göstərir. İndi bunu yazan və yazılması tarixi haqda bilgilərin varmı? Görək ki, əslən kitabı biz oxumadan görək bir məlumat ala bilirik. Həmzə-i Basəfa kitabının yazılması və müəllifi haqda dəqiq bir ad çəkmək çətindir. Çünki bu əsər xalq ədəbiyyatı, mənsur və dastanlar sırasına daxildir. Buna baxmayaraq, tarixi və ədəbi baxımdan aşağıdakı önəmli nöqtələr qeyd olunur. Müəllif haqda bilgilər.
Bu əsərlərin çoxu kimi Həmzə-i Basəfa da ilkin olaraq şifahi olacaqdır. Şifahi dil surətində yaranmış və sonradan qələm sahibləri tərəfindən köçürülmüşdür. Bu səbəbdən bəlli bir müəllifi yoxdur. Adeta bu tip dastanları bir nəfər yaratmır. Bəlkə əsrlər boyu dastan deyənlər, qıssəxanlar onu genişdirir və sonra kitab şəklinə salınır. Ravilər və katiblər bəzi nüsxələrdə onu köçürənlərin ya da müəyyən bir dövrdə tərtib edənlərin adı gələ bilir. Lakin əsli yaradıcısı xalqın özüdür. Yazılma tarixi. Əsərin kökləri çox qədimdir, amma onun Azərbaycan türkcəsindəki nüsxələri və məşhurlaşması bəlli dövrlərə aid edilir. Səfəvi dövrü 16-17-ci miladi əsrlər Həmzə Basəfa dastanlarının ən çox yayılan və klassik nəsr şəklinə düşən dövrü Səfəvi hökuməti dövrünə təsadüf edir. O zaman xalq dastanlarına və qəhrəmanlıq ruhiyyəsinə böyük önəm verilirdi. Daş çaplar. Qacar dövrü bizim əlimizə çatan bir çox nüsxə Qacarlar dövründə 19-cu əsrdə Təbriz və Tehranda çap olunmuş daş çaplarıdır. Bu dövrədə dastan daha da sistemli hala getirilmişdir. Əsər mənşəyi. Bu dastanın əsli Həmzənamə adlanan böyük bir ədəbi məcmuədir. Bu məcmuə müxtəlif dillərdə fars, türk, urdu və yazılıb. Azərbaycan nüsxəsi isə özünə məxsus dil özəllikləri və yerli ruhiyyəsi ilə seçilir. Tamam, mən indi bundan bir əks salım, görək ki, bu əks haqqında bir tarix verə bilmədi. Bundan bir əks salaq, göndərək, görək bu haqda bir məlumat verə bilir ki, məsələn, bu nüsxə ha zaman yazılıb. Yəni, biz demirik ki, həttəmən bizə desin ki, filan gün, filan tarixdə bu yazılıb, amma əgər eləyə bilsə bizə desə ki, bu hangi tarix hududlarında yazılıbdır, bu nüsxə heç olmasa biz yenə bir şey bilərik. Amma hər halda o addan da biraz bəlli olurdu, nağıldır. Dedi ki, Həmzə-i Basəfa Həzrət Peyğəmbərin əmisinin nağılından ilham alınmış bir nağıldır. Gedək, buradan görək ki, bu bizə nə deyir? Həmzə-i Basəfadan bir səhifədir. Bunun əlyazması və yazılması tarixi haqda bir təxmin və zənn-u-gümanın varmı? Bunu yenə buradan götürüm, aparım şeyə də qoyum, görüm ki, bunlar tarixlərində belə bir şey, hətta bunu eləyə bilsəm, mən şeyə də qoysam, nədir onun adı? Dipsik dediyimiz, mən bunu indirmişdim, amma nədənsə bu işləmir. Görək, işləsə çox yaxşı olar, amma mən bunu bir dəfə indirmişdim. Məsələn, görsətmir. Burada cəlibdir ki,
Tamam, mən buradan gedirəm bu üzə. Burada tazaşdan bunu axtarırıq. Aha. Dip. Sik. Əgər bunu tapsa, bunu da app'in indirə bilsək. Pilotdur bu. Nədənsə DeepSeek-i görürsünüz qoymur gətirə. Ehtimalən fəqət elə bunu onlayn işlətmək olar. Onlayn da bununla gəlir. Görün burada. DeepSeek, tamam. Yox, bura bilmirəm nə deməkdir. Chinese dilindədir. Oradan çıxaq eşiyə. Tamam. Bu da bu var və bu şəkli verək. Bunu da burada yazaq. Deyək ki, bunu bizə tapsın. Tamam. 3 dənə indi biz şeylə əslində çalışaq, görək ki, bu 3 dənə nə cür cavab verir. Əvvəl ChatGPT-yə baxın, görüm ki, o nə yazdı. ChatGPT deyir ki, bu səhifəyə diqqətlə baxdıqda bir neçə əlamətdən yazma tarixinə dair təxmini bir hökm vermək olar. Mən gördüyüm əlamətləri qıssaca yazıram. Xətt və yazı şəkli. Yazı nəsxi nüsxəsi Osmanlı mətni kimi görünür. Nəsx xəttidir amma. Hərfləri, şəkilləri çox düzgün və bir-birinə bənzəyir. Bu çox vaxt təbii sənci, litografiya, yox, litografi deyil, qətlən olduğuna işarə edir, deyil. Həqiqi əlyazmalarda hərflərin fərqləri çox olar. Bu arada isə təqribən eynidir. Belə bir şey yoxdur, yəni bunu qətlən anlamadı. Səhifənin nizamı. Səhifə başında şumarə 21 görünür. Sətirlərin düzülüşü və mətn arasında boşluqlar çap kitab nizami kimidir. Yox, təqribən çap deyil, çünki sətirlərin arasında bir-birindən fərqlidir. Mövzu var. Kağız. Kağızın rəngi və saxtı qədim Osmanlı çap kağızı kimi görünür. Bu da düz deyil. Pəs bu əslən ötürək etsin. Görək, basəfası, Həmzi dastan Osmanlı dünyasında xüsusən 18-19-cu yüzildə, yəni 1700-dən ta 1900-ə qədər istir desin, qədər, yəni 901 yox, 1899-a qədər. Yüzildə çap olunmuş görünür. Çap deyil, ona görə kollən təxmin deyir. Deyir ki, bu əlamətlərə baxaraq mənim gümanım Hicri təqribən 1240 ilə 1300 arasında. Dedik, 100 il, 125 il bundan qabaq deyir ki, yəni ondan qabaq yazılıbdır. Miladi dedik, o da 1825 ilə deyir ki, şey arasında deyir. Bu ehtimalla Osmanlı, tamam, bunun dediği budur. Yəni, çox da vaxtımızı qoymayaq buna. Gedək görək ki, bu şey nə deyir? Çinlilərin DeepSeek dedikləri, ad qoyduqları AI nə deyir? Bu əlyazmada Azərbaycan türkcəsinin Arya, Ərəb və Araya türkcəsinin Araya, Ərəb və Fars sözləri qarışmış köhnə bir forması işlənilib. Mühtəva əsər Həmzə Basəfanı Bastan yazıbdır. Adlı bir şəxsə aid kimi görünür. Ancaq mətndə adı Həmzə Bastan. Hə, tamam. Chat with Gemini in Chrome to get okay, tamam. Bildik, bunu da şey elədik. Səhvə basdan geçmir. Mətnin böyük hissəsi Azərbaycan türkcəsinin ərəb əlifbası ilə yazılışına bənzəyir. İçərisində quyu, dəfinə, zit yağı, daş, batıl, marifət, mərifət aman, iman kimi sözlər var. Tarixi təxmin.
İstifadə olunmuş xətt və əlifba əsr 17 ilə 19 miladi arasında yayılmış ərəb xəttinin türkcə variantlarına oxşar. Bəzi sözlərin yazılışı, məsələn, dilikür, dillik, puçanı, bu böllərdə dilik nə mənə deməkdir? Orta əsrlər Azərbaycan türkcəsi ləhcəsinə yaxındır. Bunlardan, bu neçə kəlmədən əcəba nə deməkdir? Bunları sonra baxaram görürəm. Məsələn, belə kəlmə var içəridə yox. Oxumadığım üçün indi qəzavət eləyə bilmirəm ki, bu nə deyir. Mövzu etiqadi və yeraltı dəfinələri ilə bağlı olduğu üçün dini və ya təsəvvüfi bir mətnindən parça ola bilər. Mühtəva bəzən uğurlama, dəfinə tapmaq, xəzinə tapmağı, yapmaq yazıbdır. Xəzinə yapmaq kimi mövzulara işarə edir ki, bu cür mutunlər adətən orta əsrlər Azərbaycanda əlyazmalarda rast gəlir. Orta əsrlər olur neçə yüz il bundan qabaq. Yazılma səbəbi və müəllifi haqda güman. Həmzə Basadan, Basəfanın fığın görməyibdir. Bu mətnin yazıcısı bir katib və ya həkim kimi görünür. Bu ad Həmzə adlı bir şəxsin Bastan, Bəğdadlılar yoxsa bir məntəqə ilə əlaqəsi ola bilir. Əlyazma ümumi xalq arasında din və təsəvvüflə bağlıdır. Xəzinə bilici və ya dəfinə tapmaq elminə aid ola bilir. Bu da ki, əslən, daha bu parçanın tarixi təxmini 1600 ilə 1800. Çox fərqləşdi. O 1700 ilə demişdi. Bu demişdi ki, 1250 ilə 1300, əlbəttə qabaqda da bir şey demişdi ki, bilmirəm, bu idi ya, o birisi idi. Hər halda budur. Bu deyir ki, 18-19-cu əsr, yəni 1700 ilə 1800-ün sonlarına qədər. Bu bunu demişdi. İndi bu isə deyir ki, aparır dalıya, deyir 1600 və 1800. Yəni 100 il tarixin aparır bunun əlyazısını qabağa. Özəlliklə burada o kəlmələrə işarə eləməsi çox mühümdür. Dedi ki, məsələn, dilikür, dilik, puçanı, bölər, dilik, nə mənə deməkdir? Orta əsrlərə dediyində aparır çox dalıya. İndi gedək görək ki, Cimnay nə yazdı? Gördüyünüz bu şəkil, göndərdiyiniz bu şəkil Həmzə-i Basəfa dastanının çox dəyərli və maraqlı bir əlyazma nüsxəsindən bir səhifədir. Bu səhifədəki yazı uslubu, dil özəllikləri və kağızın vəziyyəti bizə önəmli ip ucları verir. Yəni, diqqət buyurun, burada yazı uslubuna və kağızın özünə də diqqət eləmək lazımdır. Yəni, kitabda, əlbəttə biz də şeydə oxuyanda, danışqahda oxuyarkən kağızın özü, əlyazma ki, mən oxumamışam, bunu deyim. Amma bu ki, kəlmələr işlənir, ona diqqət eləmək lazımdır. Amma mən türk dili ilə tanış olmadığım üçün təəssüflə, məsələn, bilmirəm, hangi çağda, hangi kəlmə, hangi söz çox işlənərdi, ya işlənməzdi, ya işlənibdi, onları bilməzdim. Bunu bilmirəm. Bu nüsxənin tarixi və kimliyi haqda ələ gətirdiyim qənaətlər bunlardır. Xət və yazı uslubu paleografi. Xəttin növü. Bu mətn nəstəqlik. Əgər o yadımda olmasa, biləm, Çinli ya şey dedi ki, nəsx iləndir. Bunun hangisi idi? Dedi ki, nəsx iləndir. ChatGPT dedi, nəsx iləndir. Bu deyir ki, nəstəqlik iləndir. Bu mətn nəstəqlik xəttinin sadə və kətibəsəl. İndi bunu, əlbəttə, bunu soruşaram. Mən indi yenə bunu, məsələn, soruşum elə burada. Nəsx. Bunu şey eləyim. Nəsx, nəstəqlik və digər xətləri adları və
tapılışı zamanı haqqda bilgi verər misin? Görək ki, əcəba bunu da buradan götürüm. Aparaq qoyaq copy. Bunu qoyaq bura. Gələk Çinlilərdə də bunu elə bu şəkildə eləyək. Və sonra Cimnayda da bunu görək. Amma Cimnayı hələ oxumamışıq. Bəli, göndərək. Cimnay dedi ki, bu xətt nəsəli xəttinin sadə və kətibəsəl bir formundadır ki, ümumiyyətlə dastan və qıssə oxumaq kitablarında əvam fəhm və sadə dilli əsərlərdə istifadə olunardı. Dil özəllikləri. Yazı dəqiq bir Azərbaycan türkçəsindədir. Məsələn, o belə, oldu, götürdülər, dedilər kimi kəlmələr klasik Azərbaycan nəsrinin Oğuz köklü özəlliklərini daşır. Məsələn, görürsünüz, bunları mən bilmirəm. Yəni, bilmədiyim üçün də yazılma tarixi təxmini. Bu səhifədəki xəttin şöhrəti və kağızın toxunuşuna baxanda kağızın baft deyirlər farsca. Kağızın istruktürünə, kağızın o yumuşaqlığına, qalinliyinə, nazikliyinə, kağızın içində olan o şeylər bir-birinə nədir? Toxunublar. Toxunuşuna daxil etsək yaxşıdır. Elə burada da toxunuş deyibdir. Toxunuşa əsasən bunu Qacar dövrünə 19-cu miladi əsrin əvvəlləri və ya ortaları aid etmək olar. Kağızın rəngi və kənar hayındakı köhnəlik onu təxminən 150-200 illik bir geçmişi olduğunu göstərir. Ondan görsə demək olmaz, çünki bəzi kitablarda 800 ildir, amma köhnəlik o qədər deyil. Bu dövrdə, xüsusən Nasiruddin Şah dövründə Həmzənamə və ona bənzər qəhrəmanlıq dastanlarının həm əlyazmaları, həm də sonradan daş çapları Təbrizdə çox məşhur idi. İndi burada bir diqqət edin, mənə çox bir əcib bir söz gəldi. Farslar bizə deyirlər ki, Rüstəmnamə, Qastannamə, Firdosinin o Şahnaməsi, Şahnamə oxunurdu. O halda ki, mən vaqəən özümün də zihnimdə bu Həmzənamə var. Yəni, bəlkə uşaqlığımda, bilmirəm, ölüb qalır, mənim bir əmmi xatunum var idi. Allah rəhmət eləsin, həm əmim ölübdür, keçən bir ildə, həm xatunu ölübdür, həm mənim dedəm ölübdür, Allah hər üçünə də rəhmət eləsin. Əvvəl əmim öldü, kiçik əmim, Abbas Əli-əmim. Sonra dedəm, sonra da əmi xatunum, Allah rəhmət eləsin, Məryəm xanım, Allahın rəhmətinə getdi. Bu Məryəm xanımın dədəsi Peyğanlıdır, Peyğan. İndi götürüblər bunu farslaşdırıblar, Peyğam deyə yazıblar, amma Peyğam deyil, Peyğandır. Peyğan savadlı idi. Məsələn, özlüyündə o kətlərdə adam intellektual tanınırmış o zaman. Məsələn, 50 il bundan qabaq adam intellektual tanınırmış öz zamanında. Kitab oxurmuş filan, qədimi kitabları oxuya bilirmiş məsələn. O zamanında, yəni o zamanın cavanlığı idi, onun da məsələn olardı o zamanlar hardasa bir 40 yaşında olardı mən görən zamanda. Bilmirəm, indi qalır, qalmır. İndi qalmaz, inanmıram. Yəni məsələn mən uşaq olanda onun 40 yaşı olsa, indi mənim 60 yaşım var, onun 100 yaşı olmaq olardı. Amma xəbərim yoxdur, qalır ya qalmır. Allah ölsə Allah rəhmət eləsin, qalsa Allah uzun ömür versin. Məsələn o bu nağılları bilirdi. Hərdən bir gələrdi Çalana, qızın görməyə, bizim də baba. Yəni biz onun əmməsi uşaqları hesab olurduq. Ya o bizim əmməmizin, dədəmizin əmməsi uşaqları hesab olurdu. Beləsi bir ilgi var idi. Ona görə gələrdi. Məsələn ondan eşitmişəm bu Həmzə şeyi. Məsələn bizim kətlərdə indi mənim 60 yaşım vardı. Məndən qabaqçılar da vardı. Heç birisi
Rüstəm Zal filan bunlar bilməzdilər. Əlbəttə sonralar İran radiosu alındı. İran radiosu yəni gəldi, İran radiosu yayılandan sonra bu şey gəldi. Hətta bizim bir əmi var idi, məsələn uşaqların adını Şahnamədən aldı. Amma bu deyirəm, yəni mənim yadıma gəlir ki, radio alındı. Bizim kətdə 2 dənə ya 3 dənə radio var idi. Ən qədimi radio mənim rəhmətli nənə tərəfdən babamın, Çalbabəşdan babamın radiosu idi. Açardı, qoyardı pəncərəyə, Bakını tutardı. Məsələn, onda Təbriz, Urmiyə, Ərdəbil ya Tehranın radiosu yox idi, ya da olsaydı tutmazdı. Biz Bakını tutardı, qoyardı pəncərəyə, millət də qulaq asardı, ucaldardı səsini, qulaq asardı. Amma sonralar, məsələn, bir neçə il sonra ki, Təbrizə köçdük, onda, məsələn, radio hamının oldu və məsələn, bizim bir əmi var idi, o qızının adını Kətayun deyə qoydu, məsələn. Onu şeydən aldı, o kitabdan aldı, yəni radiodan aldı. Bu, onu deyə bilirəm ki, təsiri beləsi olurdu. İnqilabdan sonra, məsələn, hamının uşaqları inqilaba ad. Məsələn, mənim öz uşaqlarım inqilabdan sonra oldu. Məsələn, mən Göylüm istirdim, məsələn, hətta adını qoyam, nə mənə? Oğlum olsa, məsələn, adını qoyam, Sara ad. Allah qanı. Məsələn, belə bir adlar, yəni bizə belə bir ruhiyyə gəlmişdi. Fatma, filan, bu cürsü bir şeylər qoyaq, məsələn. Yavaş-yavaş ondan uzaqlaşdıq. İndi də ki, bir neçə ildir türkçülük cərəyan edir. Türkçülüğa gedirik, o da yenə mediadandır. Yenə də indi bunun təsiri mediada bir savaş gedir. O media bizi təşviq edir, bunun üstünə tərəf gedirik. Yazılma tarixi dedi 19-cu əsrlərin əvvəli və ya ortaları. Bunu istədim deyəm ki, yəni o tarixlərdə mənim, hətta o tarixdən sonra, yəni keçən 100 ildə deyək, bizim 120 ildə deyək ki, indi 104-cü ildir də deyək. Məsələn, yavaş-yavaş Şahnaməni istəyiblər bizim topluma gətirələr. Amma gəlməyibdi. Amma ondan qabaq bu var idi. Yəni mən istəyirəm deyim, bu Həmzə dastanı ondan qabaq bizdə var idi. Onu deyirəm, yəni adını da dedim ki, kimlə mən eşitmiş ola bilərəm. Onu da deyim. Kağızın rəngi və kənarındakı köhnəlik ya kənarlarındakı köhnəlik onun təxminən 150-200 illik bir geçmişi olduğunu göstərir. Bu dövrdə, xüsusən Nasirəddin Şah dövründə Həmzənamə və ona bənzər qəhrəmanlıq dastanlarının həm əlyazmaları, həm də sonradan daş çapları Təbrizdə çox məşhur idi. Məzmun və xas nöşkələr. Səfənin başlığında Həmzə Basəfanın ikinci ciliri bəyan. Ciliri, mən bunu görməmişdim. Bu yazıb ciliri. Baxaram indi onu, görürüm ki, ciliri, cildidir. O r niyə deyibdi, o ehtimalən təşxis verə bilməyibdi. Ciliri dastanlarının bəyanı yazılıb. Mətnidə Danyal əleyhissalam və Camasb kimi adların gəlməsi göstərir ki, bu nüsxə təkcə bir qəhrəmanlıq dastanı deyil, bəlkə içində əsatiri və tarixi rivayətləri də barındıran geniş bir məcmuədir. Barındırmaq sözü Türkiyədə çox işlənir. Bu da birinci dəfə burada gördüm. Nəticə və güman. Böyük ehtimalla bu nüsxə Təbriz məktəbinə aid olan bir katib tərəfindən 1250-1300 illər arası hicri qəməri illər arasında köçürülüb. Bu tip kitablar ümumiyyətlə nəqqali və qıssıxani farsça gətirdi burasın. Məclisləri üçün hazırlanırdı. Deyirəm, bizdə də bu nəzərimə beləsi gəlir. Bəlkə pəhləvanlardan da eşitmiş olara bilərəm. Çünki kətlərə pəhləvanlar gələrdilər. Daha dəqiq bilgi üçün, əgər bu kitabın əvvəl sərluhə ya axir tərqimə səhifəsi əlinizdə olsa, oradan katibin adı, köçürülmə yeri və dəqiq tarixi, məsələn, fi şəhri Rəməzanül Mübarək falan yazıla bilər. Belə bir şey olmadığı üçün, görmədiyimiz üçün ondan keçək. Amma xətlər haqqında bir bilgi istəmişdik, görək nə deyir. İslam xətt sənətinin tarixi çox zəngindir və hər xəttin özünə məxsus yaranma dövrü və özəllikləri var. Göndərdiyiniz şəkildəki xəttdə toxunaraq
əsasi xətlərin adları və tarixçəsi haqda qısa bilgilər bunlardır. Kufi xətti 7-ci miladi əsrdən. Bu, ən əski İslam xəttidir, Kufi xətti. İlk əsrlərdə Quran-Kərimin yazılmasında istifadə olunub, düz və bucaqlı cizgilər var. Düz və bucaqlı cizgilər var. Kökü Kufə şəhrinə qayıdır. Nəsx xətti 10-cu miladi şeylərdə. Niyə bunları şeylə yazmayıbdı? Qoy deyək ki, lütfən tarixləri hicri ilə yaz. Mən bunu hər gün səndən rica etmək zorunda qalıram. Görək ki, hər gün dəyişdirəcək ya yox. Əlbəttə gərək edək dilin dəyişdirək, amma bilmədiyim üçün belə bir iş görürəm. Üzr istəyirəm, haqlısınız. Bundan bu yana tarixləri məhz hicri qəməri şəmsi təqvimi ilə təqdim edəcəyəm ki, sizin araşdırmalarınız və köhnə mətnlərə uyğun olsun. Bu yuxarıda deyilən xətlərin yaranma və ovc etmə tarixləri hicri təqvimi ilə belədir. Nə cürdür? Kufi xətti 1-ci hicri əsrdə, yəni Həzrəti Məhəmməddən hicrətindən 100 il sonraya qədər yaranıb bu bir xətt. Yəni İslamın əvvəl 100 ilində yaranıb. Belə desəm daha yaxşıdır. Nüsəx bu dedi ki, nə idi? İslamın ilk əsrindən etibarən Quran yazılarında əsas xətt idi və təxminən 5-ci hicri əsrinə qədər öz üstünlüyünü qorudu. Pəs biz bu xəttinən, Kufi xəttinən 500 il görə bilərik ki, ya 400 il ən azından görə bilərik ki, bu xətt Quran yazısında ya bəzi kitablarda istifadə olunur. Hətta bu günlərdə də görürük ki, bəzən bunu xoşnevisilər yazırlar. Xoş yazanlar, xoş xətti üçün yazırlar. Nəsx xətti 4-cü hicri ildə. Yəni bu nəsx xəttin biz hər yerdə görsək, deyəcək ki, bu 300, 301, 302, 310, 320, 330, 299-a can bu xətt düzələn bir kitabdır. Ondan qabaq kitabların xətti gərək nədən olsun? Kufi olsun. Beləsi deyir. İndi görək ki, burada nə deyir? Deyir ki, nəsx xətti 4-cü hicri əsr. İbn-i Məqələ-i Şirazi. Məqələ yazıbdır, bilmirəm niyə. Məqələ də adı nədir? İbn-i Məqələ-i Şirazi vəfat 328-də ölüb aslında bu adam. Xətti düzəldən, nəsx xəttini düzəldən 320-də ölübdür. Tərəfindən, Məqalə-i Şirazi tərəfindən qaydaları təyin olundu. Bu xətt gözəlliyi və oxunaqlığı olduğu üçün 4-cü əsrdən bu günə qədər Quran və elmi kitabların əsas xətti olub. Hala bu işlənir. Yəni bu nəsx xətti hala işlənir. Əlbəttə ki, mən bunu yazaydım ki, özəlliklərini də bizə desin ki, məsələn bu xəttlərin özəllikləri bir-birinə nə cür tanıya bilərik. Biraz adamın zehninə gəlir. İndiki kitablar da bundan çap olduğu üçün adam bilir ki, nədən danışır. Amma özəlliklərin Süls xətti 4-cü hicri əsr. Yenə də bu elə üstdəki xəttindən ola bilər eyni zamanda yazılmış ola. Bu xəttdə İbn-i Məqələ dövründə qurmalaşdı yazıbdır. Lakin 7-ci hicri əsrində Yaqut Müstəsəmi 7-ci, yəni 601, 602 ta 699-cu illərə qədər 7-ci hicri əsrində Yaqut Müstəsəmi tərəfindən ən yüksək sənət səviyyəsinə çatdırıldı. Pəs bu da süls xətti beləsi bir şeydir. Amma bunu da yenə bilmədik ki, şeyləri nədir? Nəstəli xətti 8-ci hicri əsrin 700-dən başlayır. Mir Əli Təbrizi 8-ci əsrin İlxanlı dövrü tərəfindən nəsx və təliq harada idi? Təliq üstə oxumamışıq. Nəsx və təliq xətlərinin tərkibində yaradıldı. 9 və 10-cu hicri əsrlərində Teymurilər və Səfəvilər Azərbaycan və Xorasan məntəqəsində ən gözəl
formana çatdı. Pəs bu iki xəttdir. Yəni Mir Əliyev Təbrizi iki xətt yaradıb. Biri nəsxdir, biri təliqdir. Yenə də bunun müşəxəssatını bilmədiyimiz üçün biraz ayıra bilməyəcəyik. Mən gərək bunu yazam ki, hərəsindən bir nümunə göndərsin. Şikəstə nəstəliq. Şikəstə nəstəliq. Nəstəliqi üstə oxuduq. İndi bunun şikəstəsi 11-ci Hicri əsrdə. Yəni daha 300 il, 400 il bundan qabaq. Deyək ki, yap belə desək 1000-dən başlayır da, 1000-dən başlayır ta 1100-əcən. O zaman 450 il bundan qabaqdıyıq. Səfəvilər axırlarında yarandı və 12-ci Hicri əsrində Dərviş Əbdülməcid Taliqani Əli ilə kəmala çatdı. İndi siz göndərdiyiniz Həmzə-i Basəfa nüsxəsinin xətti 13-cü Hicri əsrinin Qacar dövrünün sadə nəstəliq yaygınlaşmış kitabət üslubuna çox oxşayır. Tamam, indi deyək ki, bu xətlərin hərəsindən bir nümunə mənim üçün veribən hər xəttin özəllikləri haqda bilgilər də ver. Görək ki, nə deyir? Bu xətləri görsək, daha gözümüz adət elər, biraz yaxşı olar, əgər tapa bilsək. Böyük məmnuniyyətlə hər xəttin özünə məxsus şəxsiyyəti və karbürdi var. İşləmi var. Bundan bu yana tarixləri də istədiyiniz kimi hicri təqvimi ilə qeyd edərəm. Bu böyük xətlərin özəllikləri və nümunələri. Küfə. Burada elə bir əks gətiribdir. Küfə yaranması biri hicridə yaranıbdır. Özəllikləri həndəsi, bucaqlı zaviyyəsi 90 dərəcə. Bucaqlı və viqarlı. Yəni baxanda şey görsənir. Hərflər adətən çox ənli, enli yazılıbdır. Yoğun. Hərflər enli yazılıb. Çox ənli. Hərflər adətən çox ənli, yataq yazılır. Yataq yəni yerdə elə bir şey sərilib yerədə, amma qalib. Qədim Quran nüsxələri və köhnə tiklilərin kətibələrində görünür. Ehtimalən tikintilər olacaqdır. Tikintilərin, burada tiklilər yazılıbdır. Amma tikintilər olacaqdır. Yəni, məscidlər, binalar, evlərin ola bilər, bəzi evlərin başında bu xətt işlənsin. Nümunə. Əl-Məlikü Lillah küfi xəttində hərflər düz cizgilənir. Yəni, burada Əl-Məlik, Əlif-Lam, Mim, Kaf, Lam, Kaf, Lillahın deyir, bunlar hamısı düzdür. Yəni, o cürsə görsənmir. Yəni, uca deyirlər, qollar göyə getməyibdir. Küfi xəttində, burada görmürəm, burada bir şey qoyub, amma görmürəm. Cizgilər və bucaqlı formalarla bir-birinə yetişir. Təsəvvür etsək, belə görsənir. Deyir ki, bu cürsü görsənəcəklər. Yəni, fərqləri yoxdur. Nəqqaşi kimi çəkibdir, burada beləsi görsənir. Nəs xətti yaranması 4-cü Hicri əsrin İbn Məqlə tərəfindən özəllikləri ən oxunaqlı və nizamlı xəttdir. Hərflərin boyu və arası dəqiq əndazədədir. Hərflərin boyu və arası dəqiq əndazədədir. Bu səbəbdən din xətti ya Quran xətti kimi tanınır. Nümunə. Bismillahirrahmanirrahim ümumi dini kitablarda gördüyümüz o dəqiq və aydın yazılır. Elə bu ki, Bismillahirrahmanirrahim deyib belə yazırlar, belə də görürük. Xətt-i süls yaranması 4-cü Hicri əsrdə nəsx ilə eyni dövrdə özəllikləri hərflər ayrı, uca və göstərişli. Çox vaxt hərflər bir-birinin üstünə minib gözəl bir biçim yaradır. Məscidlərin giriş qapılarında və
günbəzlərin ətrafında yazılan xəttir. Dedi ki, xəttlər bir-birinin üstünə həcc beləsi yazır. Cılar bir-birinin altında yazır. Məsələn, o mənim zehnimə gəldi. Ya məsələn, Rəhmanir-Rəhim, məsələn, H, sonra altında mim yazılır. Fikir edən bu olacaq, beləsi bir şey. Nümunə, kətibələrdə gördüyümüz o şöhrətli və dikillənmiş la ilahə illallah xətti. Əlbəttə, dedi, bunlar uca da yazılır. Yəni, xətt çox uca yazılır. O, uca yazılmağından ən önəmlisi odur ki, uca yazılır. Hərflər iri və uca yazılır. Tamam, o məscidlərin dövrəsində indi yadıma düşdü. Bəli, onu deyir. Nəsəli xətti. Yaranması 8-ci Hicri əsrin sonları Mir Əli Təbrizi Əli ilə. Özəllikləri Azərbaycan və İran sənətinin fəxridir. Hərflərin yuxarıdan aşağıya axarlığı və dairəvilici onu çox zərif edir. Pəs bunda dairəlik vardı. Yəni o birisi tizi dedi, cuşəli idi, yəni birinci xətt çufi. Nəstəlik söz dedi şeydir. Bismillahirrahmanirrahim. Əgər səhv eləmişəm, la ilahe illallah misal burada, amma nəsx məmuli ilə kitablarda gördüyümüz xətti üst-üstə, amma söz dedi ki, o şeydir, yazılandı ki, hərfləri iridir, ucadır və indi bu şeyi deyir ki, bu dairəsi var. Nəstəliğin dairələri var. Ədəbi divanlar və sizin göndərdiyiniz Həmzi Basəfa kimi dastanlar o üçün ən gözəl seçmişdir. Nümunə, şeir kitablarında gördüyümüz o nazik və qalin yazılar ki, kəlmələr sanki səhifədə uçurlar. Şikəstə nəstəlik, yaranması 11-ci qəməri. Burada əlbəttə gətiribdir, görək ki, nümunə görsədir ya yox. Yox, bunu istəmirəm. Burada belə yazır, Kufi birinci xətt, yaranması birinci əsas köhnə kətibələr, özəllici həndəsi və bucaqlı. Nəsx 4-cü əsrdə Qur'an və duadaya gün oxunaqlı və nizamlı, söz məscidlərin kətibələrində iri və şöhrətli, nəstəlik 8-ci əsrin sonlarında şeir dastan zərif dairəli. Tamam. Bu qədər bizi bu xətt haqqında görək. Görək kitab nə deyir. Hər halda bu kitaba görə bir şey vermədi. Umarım kitabın özü versin. Həmzə-i Basəfanın əvvəlki cildi bəyanı olacaqdı ı-la ehtimalən. Raviyan əxbar və naqilan asar və mühəddisan ruzicar öylə rivayət edərlər ki, ol zamanı ki Həzrəti Daniyal əleyhissalam vari dari dünyadan dari bəqaya rəxlət eylədi, xatuni olan Şəmsə Banu hamilə idi. Burada dostlar, mən diqqət edirəm, cöhərə tez-tez batırır, vurur və cöhərin hər yerdə ki, cöhərə batırır, vurur, ora daha çox xəttdir. Yəni, qədim nüsxəçilər öyrənmişdilər ki, bir dana pambıq qoyurdular yanlarında, ya da davatın içində pambıq olurdu. Qələmin ucunu o cöhərə batırandan sonra o üstdəki pambıqları da aşsa dağılmasın yerə, onun da qarşısını alsın deyə bunu qoyurdular içinə. Ona bir-iki dəfə belə vururdular qələmin ucunu ki, qələmin içində qətrə kimi, damla kimi, orada cıqqılı bir damla olsa, o geçsin pambığa. Sonra onu gətirdə kitabı yazırlar. Onun üçün xəttidə çox görmürdük. Bir yer çox qərədi, bir yer az qərədi, tox qərə və ağ qərə əl yazılarda görmürdük.
Amma burada bunu görürük ki, adam qələmi burada hələ gördüyümüz tez-tez vurmur o pambığı, elə salır pambığın içinə ya da davatın içinə götürür, yazır. Bir kəlmə çox qərə, yəni çox qərə, bir yerdə bəzi qalan kəlmələr açıq qərə ilə gedir. Tox ya tüt deyərdik buna. Şəmsiyə Banu hamilə idi. Məsələn, bu Şəmsiyə Banu xatuni olan Şəmsiyə Banu hamilə bu tox yazılıbdır. İdi, ayı, günü tamam olub, günü də vavla yazmıbdır. Günü kimi yazıbdır. Ayı, günü tamam olub, dünya. Bəlkə bunlar indi bura baxsaq bu günü nə cür yazırlar? O yazı bizə deyər ki, hansı əsrdə yazılıbdır. Amma mən bunları bilmədiyim üçün bunlara çox diqqət eləmirəm yazı olaraq. Ayı günü tamam olub dünyaya bir oğlan gətirdi. Məsələn, burada n, f kimi yazılıbdır. Əcəba o dövrdə belə yazılır ya yox, bunu baxmalıyıq, görək ki, əlbəttə məsələn dari dünyadən n qəşəng nun girdə dairə yekə dairə yazılıbdır. Amma burada oğlan məsələn o cür görmürük. Biraz f kimi yazılıbdır. Gətirdi. İsmini Çamsıb. İsmini Çamsıb qoyub bəsləməkə məşğul oldu. Əcəba Azərbaycanda bəsləmək sözü bu işlənirmiş ya yox, ora. Məsələn, burada mən buradan bir neçə kəlmə mənə deyir ki, bu Osmanlıda yazılıbdır. İndi yenə gəldikcə deyirəm. Məsələn, bəsləmək. Məşğul oldu. Çünki bəsləyib 4 yaşına girdi Şəmsə Banu. Banu sözü Azərbaycanda çox işlənir. Şeydə işlənmir. Türkiyədə. İşlənmirmiş, xatun işlənirmiş. Banu sözü bizim bu tərəflərdə və son zamanlarda sözə girəndir. Ehtimalən. Ehtimalən farscadan girmiş olur. Ehtimalən. Şəmsə Banu üstə demişdi xatun. Banu elə üstə demişdi. Xatuni olan Şəmsə Banu addır. Yəni istir desin ki, bu addır. Şəmsə Banu addır. Yəni sifət deyil. Məsələn, ehtiram üçün yazmır. Şəmsə Banu Çamsıbi, Çamsıb dedik bunun adı da. Çamsıbi hüciyə verdi. Xoca. İndi bu gedir Osmanlı ləhcəsində, İstanbul ləhcəsində, Osmanlı yox. Çünki Osmanlıda x yazılır. Quranda da x olduğu üçün Osmanlıda x yazılır. İstanbul ləhcəsində x yazılır. Xocaya verdi. Ustad, biz xoca demirdik. Biz deyirdik ki, molla, məktəbdə də o dərs verənə Mirzə deyirdik. Əgər mənim xatırımda düz qalsa. Çünki xocaya verdi. Bir zaman varıb gəldi. Zamanı dal z ilə yazıbdır. Bir də z-dən sonra h qoyubdur. Bu da birinci dəfədir. Bir zaman, biri də bır yazıb. Belə bır zaman, zaman varıb gəldi. Varmaq sözü də yenə Azərbaycanda az işlənir. Osmanlıda çox işlənir. Gəldi. Heç bir nəsnə hasil edəmədi. H ilə yazıb. Edəmədi. Axir Çamsıbi sənətə verdilər. Deyir, bir nəsnə əldə edə bilmədi, yəni bir şey öyrənmədi uşaq. Sənətə qoydular, verdilər. Anda dəxi xeyir edəmədi. Sənətdə də əlindən bir iş gəlmədi uşağın. Çox, Allah-u Əkbər. Xeyir edəmədi. Böyük yigit oldu. Yekəldi, böyük yigit oldu. Böyük yigit yox, yigit oldu. Şöylə ki, kimsə bunu şagirdliyə qəbul etməz oldu. Axır bir qaç himar alıb, odunçilərə qarışıb, tağdan odun taşıyıb, dəstəli feylən, taşıyıb şəhirdə, şəhir, biz şəhər deyirik, burada şəhirdə satmağa başladı. Hikməti Xuda bir gün, burada gün üstəki kimi yazmıyor, burada vavla yazıbdır. Bir gün tağda odun kəsərkən ziyadə yağmur yağıb tufan oldu.
Məgər ol tağda zamani sabiqdən qəlmə bir mağara var idi. Bizdə köhül deyilir. Bir məğarə var idi. Böyle vaktilərdə ol məğarəyə girib oturarlar idi. Bunlar bir genə nə mənə? Genə girib burada bunlar da bir genə ehtimalən beləsə girib oturdular. Tamam yağmur sakin olduqda gedəlim dedilər. Məgər canlıs oturduğu yeri əlindəki odun baltəsilə dəstəli teynən baltəsilə qazıb törürdü. Törürdü, yəni nə demək? Dərirdi, nə deyərlər? Qazıb törürdü. Törmək, savırmaq mənasında da gələ bilir. Yəni beləsi qazıb savırırdı. Törürdü. Bir də ani görürdülər ki, bir də ani gördülər ki, bir mərmər taş zahir oldu. Dönüb ol yoldaşlarına xəbər verdi. Onlar da gəlib əcəb nə ola deyib deyübü də deyüb ətrafın qazıb ol mərməri yerindən qaldırdılar. Gördülər ki, bu pök quyudur. Bir böyük ehtimalən olacaqdır. Bir böyük beləsi yazıb vavla ikisi də bir böyük quyudur. Bizdə də beləsi yazılır. Böyücü iki dənə vavla yazılır. Və bu böyük yazırıq. O halda ki böyükdür, böyük. Yəni ərəb əlifbasında gərək səs qoyula üstünə istəyək deyəcək. Böyük quyudur. Bəqdilər. Ol quyu ağzına bərabər top tolu baldır. Ol quyu ağzına bərabər top dolu biz də bunu işlədirik. Kəlmələri Türkiyədə də, Azərbaycanda da kəlmələri qapqara, dop dolu, məsələn bu tür şeylərlə işlədirik. Burada onu işlədirdi. Top dolu yəni kamil dolu, iğraq edir. Top dolu baldır. Ravi öyle rivayet eyderlər ki, ravi bir nəfərdir. Öyle rivayet eyderlər ki, cəm bağladı burada. Bu adamın savadı fiillə faili birləşdirməyə gücü çatmır. Yəni nə herfi, nə saq deyil. Bu bildik bunu. Ehtimalən birinci yazıdır. Rivayet edərlər ki, məgər ol zamanda, indi burada ol zaman dedim dal z ilə yazır, z'dən də sonra h qoyur. Bunu da ola yapışdırdı. O zamanda beləsi olur. Ol zamanda balı və zeyt yağını dəfinə edib saxlar imiş. Bu kərə odunçilər ani görüb şad oldular. Bədə şəhrə gəlib, bədüh, yəni sonrası. Bədüh şəhrə gəlib, tolumlar alıb, tolumlar tuluq ehtimalən olacaqdır. O tuluğa bənzər tulumlar, indi mən belə düşünürəm, yəni bəlkə də ayrı bir şey ola bilər. Dəstəli teynə yazıbdır. Baxım görüm tülümlərə nə deyir. Tülüm, dediyim kimi, məsələn biz dağarcıq deyirdik. Dəridən olar. Ağzı dar, çox dar, bağlarlar, ipi də olar, bağlarlar onu. İçərisi bir dolça kimi yekə bir şeydir. İçini doldurarlar, hər nə qədər doldursa, yer tutsa, ağzının ipinə bağlarlar, çıxmasın, salarlar camtayı kimi gedərlər. Görüm indi o deyil, tulum nə deməkdir? Tulum nə deməkdir? Görək buna bir şey gətirir, cəm bağlayıb, tulumlar, dəstəli teynə. Göndərdiyiniz şəkildəki mətnin sağ səhifəsindəki aşağı
cizgilərdə tülüm kəlməsi neçə yol təkrar olunub. Bu kəlmə klassik Azərbaycan türkcəsində və xalq dilində çox maraqlı bir mənaya malikdir. Mənası: tülüm ya emruzə işlənən forması ilə tülüm, 2 nöqtəli tığla. Heyvanın, adətən qoyun ya keçinin dərisini bütöv soymuş hala deyilir. Qədimdə bu dərilərdən müxtəlif məqsədlər üçün istifadə edərdilər. Yağ və pənir saxlamaq üçün. Düz deyir, bunu mən də görmüşəm. Pənir ya şoru, da yağ görməmişəm, amma pənir, şoru qoyardılar, dərinin içinə qalardı. Hətta biraz göyərərdi. İndi bunlar Amerikada, Avropada çox baha pənir, o göy pənirlərdir. Yap bahadır, hər pənirdən bahadır o. Göy pənirlər, biz ona çiftsəmiş pənir deyirdik. Cəlibdir ki, onu da yeməzdilər. Amma yiyəndə də onu qış zamanlarında məmulən də bu pənirləri, dəridən çıxadan pənirləri qışda yeyirlər. Çünki qışda mal heyvan çox süd vermədiyi üçün ondan pənirzat düzəldə bilməzdilər. Pendiri o zaman gətirirlər, açarlar şoru pendiri, dəridən çıxadarlar. Dərini də məmulən ya kəsərlər, indi nə edəcəklər, hər halda o cür eləməlidirlər. Kəsərlər, onu pənir göyərsə, o pendir göyərsə, o pendiri yapışdırardılar isti buxarıya, qızmış buxarıya. Orada biraz bişərdi, onu yeyərdik. Məsələn, çox da yeməli olardı, insafən yeməli olardı. Deyir ki, pendir və sağ saxlamaq üçün dərini şişirdib içinə məhsul tökərdilər. Su daşımaq üçün bir növ su qabı ya su məşqi kimi işlənir. Məşq əslən bu anlamda işlənərdi bizdə. Və o, məsələn, deyirdik, Həzrət Əbülfəz gedib sudan məşqdə su gətirsin. Məşq həmişə o cür görsənərdi. Yəni, nəqqaşidə də o cür çəkərdilər. Musiqi aləti, tülüm, zurnası ya balabanı kimi alətlərdə də bu dəridən istifadə olunardı. Bunu da mən hətta bu son günlərdə Kanadada da gördüm ki, yenə bir kişi tərziyədə onu çalırdı. O da düzdür. Amma Azərbaycanda mən bunu görməmişdim ki, o dəri ilə bir şey çalır. Amma qaval düzəldirdilər dəridən. Bəli, onun da içində olmurdu. Yəni, onun bir tikəsin dərini şeylər. Mətndəki işlənməsi. Tamam, mən dediyim anlama gəldi. Elə oymuş, daha davam eləməyək. Şəhərə gəlib, tülümlər alıb, ol balı taşımağa başladılar. Həm taşıyıb, həm satərlərdi. İndi Peyğəmbər balası soruşmur ki, bunun sahabı var ya, yox. Gedir bunları daşırlar, satırlar. Amma Çamas quyudan çıqarırdı. Çıqara, az qaldı, tülümlər tolməz oldu. Bunlar dedilər ki, quyu dibinə ayrı-ayrı yazıbdır bunu. Quyu dibinə ehtimalən deyib, bəlkə dibinə 2 kəlmədir, ayrı-ayrı yazıbdır. Quyu dibinə kim enər dedilər, Çamas, mən inərim deyib, dedilər ki, quyu dibinə kim enər dedilər. Çamas, mən enərim deyib, quyu dibinə, yenə dedim, 2 kəlmə yazdığı üçün oxuya bilmədim, quyu dibinə indirdilər. Çamas tülümləri toldurub, yuqarıdan ol bir yoldaşları çəkərlər idi. Ol bir, yəni o birisi. Ol bir yoldaşları çəkərlər idi. O biri və ya o bir elə həmandır. Yəni ikisi də bir sözdə işlənir, amma biri daha gözəl gəlir görə. Amma burada bir deyəndə bir nəfər deyilir, amma orada çox dostlar var. O bir yoldaşları cəm bağlırdı. Dedim, feil-i failin arasında, faillərin arasında rabitəni qura bilmir. O bir yoldaşları çəkərlər idi. Çünki quyudan bal tükəndi. Tükəndi sözü yenə də İstanbulda çox işlənir. Bizlərdə işlənir, nəinki işlənmir, amma bu qədər ki, raicdir, işlənmir. Yəni, mən bunları deməkdən istəyirəm, deyəm ki, bu İstanbulda ləhcəsində yazılıbdır əslində bu kitab.
Azərbaycan ləhcəsində mənim xəbərim yoxdur ki, bu şəkildə yazılır deyə yox. Amma bilirik ki, Azərbaycanda da və Türk dünyasında da o Cığatay dediyimiz ləhcə yazılırdı. Ola bilər bu da o cür olsun. Yəni bu Cığatay həqiqətən Azərbaycan və Türkiyədə işlənən dildir. Amma ola bilər ki, elə Azərbaycanla Türkiyə o zaman yazılanda təqribən bir cür yazılırmışlar. Bunu deyə bilərik. Ya da ki, bu adam məsələn ola bilər ki, Ərzurumda olsun, nə bilim, Van'da olsun, Urmiyədə olsun, o şeylərdə olsun məsələn, yenə o ortaq bir yerdə ola bilər. Ya hətta Türkiyənin, indiki Türkiyənin məsələn ortalarına qədər Azərbaycan torpaqlarından fərq eləməz, o Azərbaycan, bu Azərbaycan heç fərqi yoxdur. Oradan Türkiyənin ortalarına qədər təqribən dil bizim dildir. Hakim hətta bu gün 100 ildən sonra Atatürkdən bu üzə orada hakim dil, millətin ağzındakı dil bizim Azərbaycan dilidir. X işlənir filan, bunlar hamısı qaf işlənir, qaf işlənmir məsələn. Bunlar şeydir, yəni hamısı orada vardır. Yəni yuqarıdan bir yoldaş, tamam. Quyu dibinə indirdilər. Camas və tolümləri toldurub yuqarıdan ol bir yoldaşları çəkərlər idi. Çünki quyudan bal tükəndi, odunçilər bir yerə gəlib müşavirə edib dedilər ki, şimdi necə edəlim? Zira Camas bizlərdən ziyadə pay istər. Balı ben buldum və həm qapıdan quyudan ben çıxardım deyər. Buna nə iş edəlim dedilər. İş bu deyir ki, diqqət buyurun, mənfəət yoldaşı gələndə yoldaşlar, qardaşlar bir-birinə xiyanət edirlər. Zərərdən qaçanda da yoldaşlar bir-birinə xiyanət edirlər. Dedilər, iş budur ki, Çaməsbi quyudi ehtimalən burada kəlmə qırılıbdır. Görək ki, qalanı vardı. Bu əlbəttə bu səfənin dalısıdır. Əgər bu səfə olsaydı, deyərdik ki, qalan səfə bu deyil. Amma çünki bu səfənin o yüzü də var, yəni bir yarpağın iki yüzü var. Bu yüzü yazılıb, bu yüzə hətmən o birisi səfədə olmalıdır. Olmamış olmaz. Onun üçün elə burada nə cür yazılsa, o da deyək ki, Cəməsbi quyudi bəndə bıraxıb gedəlim. Quyu dibində olacaqdır. Quyu dibində, yenə bunu quyu di fasilə ilə gəlib bu birisi səfədə bində. Quyu dibində bıraxıb gedəlim. Anda olur gedər. Kimsə anda ölür gedər. Kimsə tuymaz. Adamlar o qədər şeylər tamahçıdırlar ki, deyir ölsün geçsin. Kim nə olacaqdır ki? Ölür gedər. Kimsə toymaz. Təəssüflə insanlar dünyanın hər yerində bir az pula ayrı adam öldürə bilirlər, tamahlarına. Yəni eşitdiyimizə görə, məsələn, Azərbaycanda bu son günlərdə, dünən ya İsrağa gün mən xəbərini eşitdim, bir 7-8 dənə İran casusu tutublar ki, orada istirmiş 50.000 tümənə, 50.000 dolara, 50.000 dolardan ötürü adam öldürərlər. Ya adam deyib ki, mən 50.000 dolar İrandan aldım ki, filan kəsi öldürəm. Adamlar, Amerikada da cürdür. Amerikada bir nəfəri tutdular, gene o da İrana terrorçuluq edirdi. 50.000 dolara qərar edib bir dənə İranlını öldürsün. Yəni təəssüflə insanlar bu qədər əskilə bilirlər. Kimsə toymaz. Toymaz, duymaz. Bizdə bu işlənmir. Bizdə deyirik eşitməz. Bu Türkiyədə, İstanbulda işlənir. Doymaz və toymaz. Dəstəli tığla yazılır. Toymaz, yəni eşitməz. Dedilər və bu sözü və bu söz üzərinə ittifaq edib Çamsıbi
o quyunun dibində buraxıb getdilər. Andan gəlib qalan balı, andan gəlib oradan yəni. Andan gəlib qalan balı satdılar. Ağçəsin öləşüb, bizdə bölüşüb deyirik. Burada deyib öləşib. Mən bunu birinci dəfə eşidirəm. Ağçəsin öləşüb, hər biriləri ənqa bazırgan olub, hər biri ənqa bazırgan olub. Ənqa quşu eşitmişik, onu burada sifət olaraq işlədir. Yəni çox böyük. Ənqa bazırgan olub, odunçılıqdan qurtulub şad oldular. Bu işə səbəb caməsb oldu. Amma bunlar ilk iyilicin bilməyib, ehtimalən bu iyilicin nun olacaq axiri, bir hekim bir şey yazılıbdır. Bilmirəm ki, bu nə zaman yazılıbdır, amma hər halda yəni aynı rənglə, aynı formulan biraz da əl titriyib bu h yazanda iyilicə ehtimal olacaq. Amma bunlar iyilicə həman, iyilicə bilməyib, iyilicə kimlici edənləri kimligi etdilər. İyilicə kəmlik etdilər. İşte bunlar bundan işrət, işrət bizim söhbət də burada indi dastanı istir değiştirsin. İşte bunlardan işrət bizim nağılı devam edir. Deyir ki, bunlar işrətə məşğul oldular. Biz buradan qədim aşıqlar formatında yazır. Bizim aşıqlarda deyərdi, bunlar burada dayansın, gedək nağılın o birisi tərəfinə. İndi bu da onu göstərir. Deyir ki, bunda işrətə məşğuldurlar. Yəni qutardı bizim. İndi bizimin dal zeynə yazıbdır. Bizim söhbət dəndəli sığla yazıbdır. Bizim söhbət də yüb səfadə nə mənə? Söhbət deyib səfadə amma. Bizim söhbət deyib səfadə amma bu tərəfdən Caməsbilə validəsi gördü ki, Caməsbün validəsi bu nıları buradan bizə görürük ki, neçə yerdə, 3 yerdə nıları çox əcib yazıbdır. Kəlmədən ayrı, kəlmənin axirinə, amma böyük nunundan yazır. Bu taza bir şeydir ki, bu 3 kəlmədə görürəm. İlklərin hər ikisi iyilikin, kimliyin ya kəmliyin, beləsi Caməsbın validəsi gördü ki, oğlu Caməsb gəlmədi. Varıb bunlardan oğlu Caməsbi sual eylədi. Dərdi demindi, eylədir, demindi, yəni deyildi. Demindi xatunə dedilər ki, o tağdan, yağmurdan qaçıb mağaraya gedərkən himarın qaçırdı, ardınca aramağa getdi. Ol yerdə qalan hara qaldı? İndi nağıl da düzəldirlər də bunu. Qaçıb mağaraya gedərkən himarın qaçırdı, ardınca aramağa getdi. Ol yerdə qalan dərəsi, o yerdə filan dərəsi dərlər. Bir dərə də vardır. Bir dərə vardır. Filan dərəsi, o yerdə filan dərəsi dərlər. Bir dərə vardır. Ol canibə doğru getdi. Qeyri xəbəri gəlmədi. Bizlər də varıb bu bulmağa doğrusu qorxduq. Bilməyüz anın hali necə oldu dedilər. Biçarə Caməsbin validəsi fəryad edib ağlayaraq kəndi, amma bu tərəfdən biçarə Caməsb getdi, ağlayaraq getdi. Yazı çox fərqli olduğu üçün əl yazı, bunun nöqtələrinə, dəndanələrinə adət eləməmişəm. Onun üçün biraz çətin oxuram, amma rahatdır yəni oxuması.
Amma bu tərəfdən biçarə caməsbin ini ayrı yazıbdır. Özü əlif ilə in yazıbdır. Caməsbin Danyal ol vaxtida İbni Danyal. Caməsb İbni Danyal. Aha, bu beləsi oxuyacaq. Biçarə Caməsb İbni Danyal o vaxtida yoldaşları ol quyunun dibində bıraxıb getdilər. Caməsb aşağıda Tura gördü quyu ağzından səda kəsildi. Kəsildisi burada burada yazılıbdır, sildisini bu birisi səfədə yazılıbdır. Kəsildi. Aşağıdan çağırıb bərə ibi sarqıdın çıqayım dedi. Sarqıtmaq, sarqımaq yəni sərimaq. Əcəba istir nə desin? Sarqı, başa da sarqı deyirik. Əmmamən ki başa salır, ona sarqı deyirlər. İpi sarqıdın çıqayım dedi. Gördü ki yenə seda gəlmədi. Bu səda olacaq ehtimalən. Mən buna xuda kimi yazdım. Xıda yazılıb, amma səda oxunacaqdır. Səda gəlmədi. Getmişlərdir. Şimdi gəlirlər də deyib axşama dək səbr eylədi. Gördü ki gəlir gedər yox. Qıssəyi tüyüb bildi ki, tüyüb yəni duydu, anladı, düşündü. Qıssəyi tüyüb bildi ki, kəndin quyu içində bırakıb getmişlər. Məlul, məhzun olub bir-iki gün səbr elədi. Ac və susuz aqibət caninə kar elədi. Ağ və susuz. Susuzun birinci sı satınla, ikinci sı sin ilə yazılıbdır. Ac və susuz aqibət canına kar elədi. Axir yüzün yerlərə sürüb Haqqı Teala'ya niyaza başladı. Bir də anı gördü kim? Nagah quyunlardan bir tərəfindən bir az topraq dökülüb düşər. Nagah, buradan bir də oxuyayım. Nagah quyunların bir tərəfindən bir az topraq da əlbəttə topraq yazıb ayrı-ayrı. Bir az topraq dökülüb düşər. Caməsb əcəbanə ola da bu bağarkən gördü kim? Bir böyük əqrəb ol topraq düşər. Düşən yerdən inib həman cəsbəhnin üzərinə doğru yürüdü. Cazbəsb etdi. Ya Rəbbi bu nə bəladır də deyib, gəndə burada deyibi H ilə yazıbdır. Deyib tez yerindən sıçrayıb bu nə bir dəkmə ürüb, bu nə yəni o əqrəbə, bu nə bir dəkmə. Dəkmə ayağının təpik. Biz təpiş deyirik. Bir dəkmə ürüb həlaş eylədi. Amma fikrə düşdü. Birə canım, bu quyu bal quyusu idi. Bunda əqrəb nə gəzər əlbəttə. Bunda bir iş var və bir deyib. Təzəşdən yenə bu da biraz qələti çoxdur da. Neyim yəni gərək bundan adət eləyək, beləsi yazıbdır. Bir də deyib ol əqrəb çıxdığı dəlici bir kərə görəyim. Deyibdir gəndə DH yub ayrı-ayrı yazıbdır. Ona görə deyib ol əqrəb çıxdığı dəlici də DH lam K dəlici bir kərə görəyim deyib ayaq üzərə turub ol topraq düşdücü məhəlli bulub bıçaq ilə və vafir oyub bir böyük dəlicə
dəlik eylədi. Şöylə böylə, şöylə belə ilə dəlici, şöylə böylə elə dəlici oyub gedərkən gördü ki, bir kəpərdən yapılmış bir pəncərə içrə girib. Nə mənə? Oyub gedərkən gördü ki, bir kakpərdən, nə deməkdir? Bir kakpərdən yapılmış, çəpər olacaqdı ehtimalən. Ya nədən? Bir kakbərdən. Kakbər nə deməkdir? Kakbər. Kakbər. Ya da görək ki, bunu deyir. Əlbəttə bunu değişə bilərdim ki, görüm. Göndərdiyiniz şəkildəki mətni diqqətlə incələdiyimizdə o səfənin sol əlindəki 8-ci sətirdə kakbər kəlməsini görə bilirik. Lakin əlyazma katibinin xəttinə və məzmuna baxdıqda bu kəlmə böyük ehtimalla kacbər ya da əsasən kaçbor, kökburi, göyburi və ya o cümlənin axımında başqa bir tərkibin parçası ola bilir. Lakin klassik ədəbiyyatda və bu tip dastanlarda kakbor ilə bağlı iki önəmli güman var. Gökburi təhrifi. Nə mənə? Qədim türk dastanlarında və Həmzə Basəfa kimi əsatiri köklü mətnlərdə qəhrəmanlara yol göstərən gökburi, göy qurd adeta yad edilir. Əlyazmalarda katiblər bəzən C hərfini K kimi yazardılar və sözün fonetikası dəyişib kakbör şəklinə düşə bilərdi. Kəlmənin mətn içindəki nəqşi. O səhifənin 8-ci sətrində kəlmənin ətrafına baxsaq, ehtimala mən onu görmədim. Dedilər ki, məgər ulduzmanın balı və zebt yağını. Bu hissədə söz məni bir heyvandan, əfsanəvi bir varlıqdan və ya bir ənqa sözün burada danışır. O deyir ki, addan gedir. Amma bu kəlmə kakbur kimi oxunursa, tamam, bunu bilmədi. Klassik nəsrdə bəzən kak, quru, çörək ya da quru meyvə, bər, gətirən tərkibləri işlənərdi. Lakin bu dastanımız məzmununa bal və dağ rivayəti gökburi, mavi qurd ehtimali çox uyğun gəlir. Yox, bu dabbadır, bunu deyə bilmədi. Nədir? Burada bir növ, bir də baxım, haradaydı? Hə, dedi ki, bir kəpərdən ehtimalən, bir kəpərdən yapılmış bir pəncərə içri girib, pəncərə içəri girib, getdi. Gedərək bir aydınlıq ehtimalən gördü. Göründü. Bir aydınlıq. Burada aydınlıq, düzdür, aydınlıq oxusaq düz gələr. Aydınlıq göründü. Baxıb gördü, bir təmür qapı var. Teymur sözüdəki bundandır, yəni dəmir. Bir Timur qapı var. Çalışaraq güc ilə o qapıyı açdı. İçəri girdi. Baxıb gördü, beyaz sumağı mərmərdən, bəyaz susağı mərmərdən yapılmış. Nə mənə? Gördü ki, bəyaz dal zeynə yazıb, ona görə biraz soya düşürəm. Susağı, sumaq da oxunur, amma sumaq məna vermir. Bəyaz susağı mərmərdən. Susağı ehtimalən orada su yeri olacaqdır. Bəyaz susağı mərmərdən yapılmış bir saraydır, dil ilə vəsf olmaz. Dil ilə, yəni söz ilə. Dil ilə vəsf olmaz dal zeynən. Sarayın meydanın örtə yerində orta. Sarayın meydanın
örtə yerində bir hovz dəxi var. Hovuzu bir yerdə zatla yazıbdır, bir yeri dəstəli z ilə yazıbdır. Fərqləri buradadır. İkisi də bir kəlmədir. Bir dənə əslində dəxi var, hovuzun. O hovuzdan əvvəlki hovuzun imlasında qələt yazıbdır. Dediyim kimi, nəzərə gəlir ki, bu adamın savadı, standart savadı yoxdur. Yəni, zehninə elə tolaşma gedir. Yəni, bir kəlmə qabaq yazıb hovuz, sabın zığına, amma bir kəlmə sonra dəxi var, hovuzun ortasında o hovuz zı dəstəli zığınandır. Hovuzun ortasında bir dirək dikili durur. Bir dirək dikili durur. Üzərində bir şəbçiraq durur. Məgər ol aydınlıq ol şəbçirağıdan imiş. Cümlə sarayın içinə şöğlə salmış. Şöğlə deyə bilirik. Ehtimalən şöğlə nə deməkdir? Bunu baxaq görək. Şöğlə türkcədə hangi ehtimalı gəlir? Şöğlə. Şöğlə olacaqdır. İşıq anlamındadır. Bu da elə o cürsi yazdı. İşıq, parlaq. Burada o mənada işlədir. İçinə şöğlə salmış və qarşısında bir təxti, ali əla, qufuli ağac bir yaprağı ilə döşənmiş. Nə mənə? Bu calibdir. Dedi ki, və qarşısında bir təxti, ali əla, qufuli ağac yaprağı ilə olacaq ehtimalən. Yaprağı ilə döşənmiş və təhdin orta yerində bir olan görür. Bir lalədən görür. Lalədən ola biləcəkdir ehtimalən. Bir lalədən görür. Görür si turur. Görür si nə olar burada? Görür si turur. Mən bilmirəm nə deməkdir. Bir lalədən kürəsi. Bir lalədən kürəsi turur. Ətrafında 12.000 əliyələr var. Nə mənə? 12.000 səndəliyələr var. Şöylə kim? 12.000 özü də. Wow. Necə saydı? 12.000'i. 12.000 səndəliyə var. Şöylə kim? Kimi altın və kimi gümüş ças, kimi gümüş. Yəni biri gümüş qızıldan. Çaməsb etdi. Bu bir uyu tamaşa. Bu bir yuxu. Uyu tamaşa böyle zinət bir yer altında neylər? Lakin əlbəttə bunun bir sahibi vardır. Amma şimdi bunda yox. Deyib ol təxtin üzərinə çıxıb biraz oturdu. Hər tərəfin seyri tamaşa edərkən kəndinə uyğun qələbə edib. Kəndinə uyğun qələbə edib yatıb o budi birazdan bir səda eşidib. Uyudu. Yatıb uyudu. Yatmaqla uyumağı fərq elətdi. Yəni bir yatmaq, uzanmaq anlamında, uyumaq, yuxuya getmək anlamındadır. Yatıb uyudu, birazdan bir səda eşidib oyandı. Gördü kim o sədalilərin üzərlərində biri əzim, müfrət həyyələr oturur. Həyyələr, həyyə ilan. Həyyələr ilanlar. Həyyələr otururlar. Hər biri əjdərhaya bənzər və bir çığlıqti nə mənə?
bir cığırtı, cığırlıtı. Ehtimalən bir cığıltı və bir cığırıtı oldu ki, çaməs biçarə qeyd olub, bir də yerindən hərəkətə məcali və həvəsləməyə də durmalı qalmadı. Şey oldu yəni. Bəzi kəlmələri oxuya bilmirəm. Oxumalıdır. Yəni mən ya savadım yetişmir, ya adam qələt yazıbdı. Ona görə və bir sıfili əjdərhaya bənzər və bir sifiliti və bir çığırtı oldu ki, çaməs bir biçarə qeyd olub yerində hərəkətə məcal və həm söyləməyə dərmanı qalmadı. Lakin bir zamanda, gene zamanı o cürsü dal zeynə yaz, bir zamandan sonra bir alay həyyələr önünə düşmüş, örtələrəndə bir üzman həyyə başında bir cəvahir təbaq, ol təbaq içində bir küçük bəyaz həyyə, lakin yüzü insana bənzər, belindən aşağı həyyə gəlib ol. Buradan üstəsi ilandır, buradan aşağısı adamdır. Bir də oxusaq, sonra bir alay həyyələr. Alay neçə min nəfərə deyir? Əgər səhv eləmirsəm, bir alay sözünə bir burada yazaq, görək ki, nə deyir? Alay iki canlılarındadır. Bir məsxərə eləməkdir, ələ salmaqdır. Amma əsl mənası alayın şeydir, ləşkərdir. Qoşun və dəstə. Ən geniş yayılan mənası bir böyük əskər, bir dəstə insan və ya böyük bir qrupdur. Qədim hərbi terminolojide alay təxminən bir alay regiment mənasında idi. Tamam, 1000 nəfər ən azından da deyək, belə bir şey. Bir alay, yəni çox, istir bunu desin, çox. Bir alay həyyələr ögünə düşmüş, ortalarında bir əzman həyyə başında bir cəvahir tabaq, ol tabaq içində bir küçük bəyaz həyyə, lakin yüzü insana bənzər, belindən aşağı həyyə. Mən bunu tərsə demişəm. Üzü insan, belindən aşağısı, yəni boynundan aşağısı ilan. Belindən aşağı həyyə gəlib ol lalidən olan kürsi üzərinə oturub lisani ərəbi fəsih lisan üzərə çaməsbə salam verdi. Çaməsb dəxi ayaq üzərə turub əleyk eylədi. Ol həyyə etdi. Ey Adəm oğlu, ni qorxma. Ey Adəm oğlunu, qorxma. Ben bu həyyələrin padişahi və bunlar benim əskərimdir. Sana ziyan və zarar dəstəli zeynən və zarar edəməzlər. Və lakin siz bunda nereden gəldin? Lakin sen olacaq bu, ehtimalən sizdir, siz de ola bilər. Lakin siz bunda nereden geldin ve nasıl kimsesin ve nasıl kimsesin halin nedir ve nasıl kimsesin halin nedir dedi. Caməsb dahi dua edip ey şah-ı maran, benim güzəştimi de vav dalzi sərgüzəştim özgə dalzi ilə. Özgə hikayətdir. Mən cıları çı yazılır, hamısını cı oxuram. Mən özüm oxuram, orada yazılan hamısı çıdır. Burada cı yoxdur. Sərgüzəştim özgə hikayətdir.
sizlərə nəqil edəyim və lakin 3 gündür ki təam yüzün görmədim, bana bir dərman eylə deyib yalvardı. Şah maran əmir eylədi, həyyələr filhal varıb ağızları ilə Taməsbin önünə fındıq, kəstanə, nar, üzüm və sair meyvələrdən gətirib önünə qoydular. Zira bunlar da qeyri təam olmaz. Taməsb ol meyvələrdən muradi üzərə yeyib qarnın toyurdu. Bədə Taməsb şahmaranə hikayəyi başlayıb kendi kim olduğun və başına nə gəldici halləri cümlesini hikayet eylədi. Bədə bir qat gündən sonra Taməsb buzarıb etdi. Nə deməkdir bu? Buzarıb buz örüb dedi. Ehtimal bazara olacaqdır. Nə bilim etdi. Yox, o deyil. Yəni bazar deyil. Taməsb buz örüb etdi. Ey şah maran. Buz nə deməkdir bilmirəm. Ey şah maran, əgər qadir isən bəni zəmin yüzünə çıqar dedi. Şah maran etdi ki ey kişi, şimdən sonra sənin zəmin yüzünə çıxmağa artıq işin tamam oldu. Zira vaqiimdə davam edir nağılı. Bu nağılın axirinəcən oxumaq göylüm istər ki, görün türklər nə cür bir nağıl yazırmışlar, nə cür bir hikayə yazırmışlar, amma vaxt yoxdur. Gedək axirdən bir səfə yarım da oxuyaq. Bu kitabı tərsi idi, çevirək, oxuyaq. Bıraxıb qaçdıq. Bəs bu cildi nağılın davamı var da. Bunun birinci cildi hələ feylən o Taməsbin nağılıdır. Sonra geçəcək də ehtimalən Həmziyə fulana. Bu ona görə birinci cildidir və 264 səhifədir. Bıraxıb qaçdıq. Bundan sonra ərənlər o gündə ərlik tamamən təmin enmədən qaldıq bari Əbdülmütəllibə avdəm göndərəlim. Bakalım nə cavab verər bari. Kahlərin o zatidilər. Kahlərin uzatdilər mi? Necə oldu? Deyib bir qat adam Məkkiyə göndərdilər. Onlarda ol iradə qərar etdilər. Ravi eydər ki, bu tərəfdən Əbdülmütəllibə xəbər gəldi ki, Həmzə gəlib Yəmən əskəri ilə cəng edəyür, dedilər. Əbdülmütəllibin can başına sıçradı. Can yazıbdır, qan ehtimalən. Can başına sıçradı. Ondan at gətirdib, oğulların cəm edib kəndi qulları ilə gəlib ol araya yetişdi. Bir də gördü ki, iş tamam olmuş leş üzərinə turur. Həmzə isə adəmi qanından korunmaz olmuş, bir də pedərinə qarşı gəlib dedi ki, ey pədər, nədirsin, iyi etmədin mi? Bir alay kafirlər gəlib müsəlmanlardan harac istərlər. Əlbəttə bilirsiniz, o zaman Əbdülmütəllib zamanında şey yoxdur, yəni müsəlman yoxdur. Müsəlmandan harac istərlər, xəraca harac yazıbdır. Dedi Əbdülmütəllib etdi. Və hey, cəgər cuşəm, necə iyi etdin, bunun sönən güc olur. Bunun
soni güc olur. 7 iqlim şahı ilə xəsm olmaq aman olmaz. Şimdi səfəni yenə çevirək gəlsin o səfəmizə. Bu xəbəri eşitdikdə qorqarım, qəzəbə gəlib əhli Məkkəyə at ayaq altında cik nədirsən çeynədirsən isə bilməzsin qüvvəyi qüvvətinə tayanursun, yəni qüvvətinə tayanursun. Şahın pəhləvanları çoxdur və əskərinin hesabı yoxdur. Bu cildə burada tamam oldu. Bu cild burada tamam oldu. Bunun ayrı bir cildiləri də var. Ehtimalən amma gedək o birisi kitabımıza baxaq. Bu birinci kitab idi. Burada yazdıq. Birinci kitab. Bəs oldu nə mənə? Ad Həmzə-i Basəfa yazar bəlli deyil. Səfhə sayı 264-dir. Bu birinci kitab. İkinci kitaba baxaq. Biraz bu birinci kitabın əl yazmasının biraz çox qələt imlaisi var mənə görə. Yəni mənim savadıma görə, bəlkə də mən qələt öyrəndiyim üçün deyirəm qələtdir. Mümkündür ki, düz olaydılar, amma indi mən keçən 60 ildə belə öyrənmişəm. Onun üçün, əlbəttə o kitablara ki baxırdıq qabaqcan, ondan əski kitablara baxırdıq. Orada da yenə onlara da baxanda qələt yazılır. Yəni bu kitabın bəllidir ki, bir az savadlı, çox kitab oxumamış bir adam yazır. Amma bir hekayəni yazır. Ədəbiyyat savadı yoxdur adamın. Gündəlik xiyabanda, küçədə, evdə, küçə-bazada danışdığı sözlərlə yazır kitabı. Ona görə də diqqət də eləmir ki, mən kəlməni filan yerdə bu cür yazdım, burada da o cür yazdım. Məndə də olur əlbəttə. Mən özüm də indi yazında bəzən görürəm ki, kəlməni üstdə bir ayrı cür yazmışam, aşağıda bir ayrı cür. Bu məndə olur. Türkçə yazanda bunu görürəm ki, bu irad tapılır. Çünki məsələn, ərəbcə olan sıları, sı səsləri bizdə bir danadır. Mən bunları yazanda bəzən qatışdırıram. Bəzən birisinin dəndəlisi ilə yazıram, bəzən o birisi satlarla yazıram. Ona görə də bəzən görürəm ki, bunları qatışdırıram bir-birinə. Ehtimalən bu oradan gəlmiş ola bilər. Hər halda kitab bir hekayədir. İndi hangi tarixdə yazıb? Hududən ən azından dedi ki, bu 150 ta 200 il bundan qabağın kitabıdır. Biz bunu bildik. Orta əsrlərə getsə çox olar. Əlbəttə ki. İkinci kitaba baxaq. İkinci kitab kiçiltdim ki, yetişsin səhviyə baxaq. Kitab Dəqaiqul Həqaiq deyə bir kitabdır. 1000-ci ildə yazılıbdır, qəməri ilində, 248 səhifədə. PDF bunu 124 səhifə göstərir. Bu da bu anlamdadır ki, PDF-in hər bir səhifəsində kitabdan 2 səhifənin əksini görəcəyik. Kitabın cildi gönümüş, qırmızıymış ya da tox qırmızıymış. Üstündə də bir gözəl əksi var imiş. Şayət preslə, fişarla, zorla orada bir qalıb düzəltmişmişlər. Hər halda kitab amma köhnəlibdir, çox köhnəlibdir. Cildi cırılıbdır, kağızların yüzü cırılıb, hər yer cırılıb, yəni deyəndə əl ilə, tər ilə işlətmək əsərində bunun dalısı, yəni şirazəsi, qıraqları kitabın təqribən çox həpriyi aradan gedibdir. Kitabı açırıq birinci səhifəsində, burada cildin üstündə görürük ki, Osmanlı dövründə su üzündə tikən nəqqaşı var. Bu bunu göstərir ki, Osmanlı dövründə bu birisi səhifə. Görürük ki, kitaba su gəlibdir. Kitaba ən azından, burada gördüyümüzə qədər, ən azından 3 dəfə bu kitaba su gəlibdir. Belə görsənir. Yəni, belə bir hadisədən bu kitab başını çıxadıb. Əlbəttə, ehtimalən bir dəfə olar. Çünki o birisilər elə bir kitabın özünün cinsindədir. Yəni, kağızın cinsindədir o birisilər. Bir dəfəsi, indi bu səhviyyə gələndə görürük, bir dəfə
şey olur. Kitabın o birisi səhifəsində gələndə görürük ki, Kitab-ı Dəqaiqül Həqaiq. Adı Dəqaiqül Həqaiq. Kitabın adıdır. Burada bir şey yazılmışmış. Siliplər. Amma bəlkə oxuna bilər. İstanbul kitabxanasında, Süleymaniye kitabxanasında İstanbulda saxlanan bir kitabdır. Kitabın cəlibdir ki, bu kitabın bu səfənin, yəni bu vərəqin deyək, bu yüzündə kitabın adını yazıbdır. Bu birisi yüzündə kitabın özü yazılıbdır. Muntaha, baxırıq, görürük ki, bu səfəni çevirəndə bu səfənin buradan kitab başlanır aşağıya, buradan üstəsi ağ qalıbdır ki, məsələn, burada adın yazacaqmış, Bismillah yazacaqmış, hər nə yazacaqmış və görürsünüz, sütun uzadı da yoxdur, dövrəsində çarçıvə çəkə, çarçıvənin içində. Bəllidir ki, bu kitabın bir deyişləri qalıbdır, yazılacaqmış. Çox gözəl bir xətt ilə yazılıbdır. Mən bu xəttdə bir neçə dəfə kitabı oxumuşam, biraz çətindir, amma oxunu bilər. Burada o başdakı ağ yer qalıbdır, orada su keçdiyinə görə kitabın bu tərəfinin səhifəsinin əksi düşüb bu tərəfin üstünə. Mənə belə gəlirdi ki, buradakı kitab arxadandır, amma sonra indi gəlirəm ki, yox, bu birisi tərəfin əksi düşə bilər. Çünki arxa tərəfin əksi düşməyibdir. Onu da hardan dedim? Səfəni çevirdiyində bildim ki, bunun dalısında yazı yoxdur, bu üzə düşə bilməz. Amma bu tərəfdəki biraz üstlükdandır, o ağ yerin qarşısı tərəfi düşə bilər. Onu oradan təşxis verdim. Yəni kağızı çevirməsəydim onu bilməyəcəkdim. Kitabın ortasında bir yazıdır. Sətirlər bir-birinə çox yaxındır, hətta bir-birinə yapışırlar sətirlər. Kəlmələr bir-birinə qarınına keçir. Bəzi yerdə məsələn sin kimi kəlməni ki uzun yazıb, dəndanəsiz yazıbdır, dişsiz yazıbdır. Orada kəlmə üstdəki sətrlə aşağıdakı sətrin arasında çox bir açıq yer görsənir. Nəzərə gəlir ki, orada qarın verib də, yəni məsələn biraz yer özlük, amma yox, o cür deyil. Kəlməni biraz şikəstə deyirik yazır. Şikəstə yazdığı üçün bəzi yerdə o səbəb olubdur ki, biraz açıqlıq çox görsənir, amma vaqiiyyət budur ki, bu sətirlərin əvvəli və sonu hamısı bir rədifdədir. Bura bir çarçıvə qoyacaqmışlar, yaddan çıxıbdır. Kitab dediyim kimi bir dəfə su gəlibdir, baş tərəfdən çox gəlibdir, aşağı tərəfdən o qədər su gəlməyibdir, görmürəm ya da qıraqlar dediyim kimi cırılıbdır. İkinci səhifədən 2 dənə çarçıvə görürük. Mən dediyim düzdür. Bir dənə iki kitabın, bu kitabı ehtimalən qabaqdan oxumuşuq. Çünki mənə bu çarçıvə tanış gəldi. Həm iki səfənin ikisinə bir çarçıvə çəkibdir, həm də hər yazının dövrəsinə çarçıvə çəkibdir. Və hər yazının, əgər bir yazı o çarçıvədən eşiyə çıxıbdır, o çarçıvəni sındırıbdır ki, o şey çıxsın eşiyə. Eyni halda qıraq yazı olmuş olsa, onun da dövrəsinə çarçıvə çəkibdir. Ehtimal verirəm bu kitabı bu vəziyyətdə görmüşəm öncədən. Bəzi kəlmələri qırmızıca yazıbdır, bəzi nöqtə ya virgül qoyubdur. Bunları görürük. Oxuması çox zor olacaq, çünki kəlmələr çox bir-birinin qarşısına keçibdir və yazı da hurufları bir-birinə yapışdırıb bir kəlməni ərişdirib, uğraşdırmaq, buruşdurub yazmaq biraz çox zor bir şey görsənir. Kitab 124 səhifə PDF-dədir. Biraz sürətlə gedirəm. Çox qərədir. Yəni bəzən də su keçdiyi üçün rəhlər də yayılıbdır. Biraz zordur bunu oxumaq, amma piç edirəm bu kitabı görmüşük. Qırmızı rəhlər bəzi yerdə su çox gedibdir kitabın içinə. Bilmirəm niyə məsələn əvvəldə bu qədər su kitabın içinə getməyibdir, sonralar çoxalıbdır. Kitabın çox gedibdir və qırmızı rəng dağılıbdır. Yəni oxumaz hala gəlibdir. Elə bu vəziyyətdə davam edir. Amma cəlib kitab olacaqdır. Dəqaiqül Həqaiq deyə bir kitabdır. Mövzusu nədir, kim yazıbdır? Bunları oxuyub taparıq. O kitabda yazanın adını bilmədik kimdir, tarixini bilmədik kimdir, qabaqçı kitabda. Amma bu kitabda biraz gələndən sonra bu, yəni indi hansı səhifədən desək, qeydirəm arx dalıya. Biraz gələndən sonra kitab quruyubdur. Qurumaq əlamətini görürük, biraz qırışıb səhifələr və yeri qalmayıbdır suyun. Ya da qalsa külli kitab islanmışmış, ona görə hamısı bir vəziyyətdədir.
Nəzərə gəlir ki, bura su gəlməyibdi, ya da gəlsə də dedim, o qədər gəlməyibdi. Çox cəlib bir, çox qərə. Yəni adam burada baxanda bəzən deyir bəlkə, burada mən bir əks salacağam. Allah əkbər. Bəzən də xətti qələmin ucu yoğunlaşıbdır. Yap belə kullən qərə görsənir şey, yazı. Burada biraz nazikləşdi qələm, yenə də yoğunlaşdı. Yəni iftizah bir vəziyyəti var. Oxumaq olar. Yəni Allah rəhmət eyləsin yazana, bizə hər halda bir kitab qoyub qalıbdır və bu şeydir. Yazını burada 107-ci səhifədə, yəni PDF-in 107-ci səhifəsində kitab qurtarır. 107-ni yazın burada və buna tarix qoyubdur. Mən bunu indi qeydim, biraz arxadan oxuyayım bunu, görək beyt. Kitabı biraz yekətdim ki, yaxşı görsənsin, oxuyaq. Beyt. Ço bərabərəş tond kişti səvar, belərzید az heybətəş kuhsar. Əbuş ol mənadiyə ibarətdir. Nə deməkdir bu? Əbuş ol mənadan ibarətdir ki, lisan Türkidə də ana əbuş dərlər. Əbuş nə deməkdir, mən bilmirəm. So bər əbuş tund kəşdi səvar. Ehtimalən burada bərabərəşdir, amma yazır əbuş. Əbuş ol mənadan ibarətdir ki, lisan Türkidə də ana əbuş dərlər, deyərlər. Amma tus əbuşun əlfən məddi ləm tələffüz edərlər. Nə mənə? Amma qovs əbuşun əlfən mədd ilə tələffüz edərlər. Yəni türkçədə deyir bunu. İndi burada qovsi əbuşun əlifün. Aha. Abuş, həman abuş mədd ilə tələffüz edərlər, yəni mədd ilə tələffüz edərlər. Əslidə hey nə mənə? Məhdud dəcildir. Ya da məhdud olacaqdır. Əslidə məhdud dəcildir. Bunda ata itlağı etibar mədir. Belə bir şey oxuya bilmədim. Kitabdan hələ feylən bu xətdən oxuyanmamışam, ona görə ki, axir səhifəsinin kitabın tarixi. Təmmətil kitab bi unillahil məlikil vəhhab hürrə ya hərrərə və səvvədə qərələməyi. Hərrərə yəni azad eləmək, yazmaq, səvvədə qərələmək və təmmə fi əvaxiri şəhri səfəril müzəffər. Əvaxiri tarix. Tarixi yazı. Ya da nüsxə, bilmirəm indi bu. Hansıdır? Yazı yazdım. Ya da nüsxəni də yazım. Nüsxə ola bilər. Nəticədə əvaxiri səfər. Fi şuhuri səni əlif. Min. Səni əlif bir dana bir yazıb, üstündə 0 qoyub elə ona bir dana da əlif yazıb özü. Yəni bunu da deyim, mən də yazım əlifi. Əlif kəlməsində yazıbdır. Pəs bu kitab buracan ki gördük, yəni 214 səhifəlik bir mətn şeydə yazıb. Burada görürük ki, su gəlib yenə də kitabın bu bölümlərin buracan diqqət yenə eləməmişdim. Bəlkə də eləmişdik, dedim ki, hamısına su gəlibdir və şey olubdur. Ola bilər o cür olsun. Burada görürük ki, su gəlibdir. Kamil yenə səfədə yeri bəllidir. Bir dəfə gəlibdir, amma çox gəlibdir. O birisi kitab başlayır. Onun da yenə birinci səhifəsində xətt, çarçivə zat yoxdur, bismillah zat yoxdur. Bunları sonra yazacaqmışlar. Sonra şey olub. Su amma çox, bu sonlarıdır kitabın. Sonlarına su çox gəldiyi üçün rəh çox qatışıbdır. Qərə rəhlər də qatışıbdır və çox qatışıbdır. Yəni oxumağı təqribən
%60 zor olar. Amma oxunar, yəni oxuna bilir vəziyyətdədir. Amma o birinci səhifənin yenə dedim çərçivəsi yoxdur. Qərar almış bura bir məxsus özəl çərçivə hissələr. İkinci səhifədən o üzə yenə çərçivələr aynı vəziyyətdə cildin birinci risalənin tayı, ikinci risalədə elə o vəziyyətdə aynı xətt ilə, aynı şivə və qayda qanunla davam edir. Yəni qırmızı yazılar, qırmızı nöqtələr, qırmızı virgüllər bunlar istifadə olunubdur. Qırmızı kəlmələrlə yazılıbdır. Təəssüflə bu bölümün çox su keçib içinə, çox irad veribdir və belə nəzərə ki, 2 dəfə də burası kitabın sonuna yetişirik ki, da oxumalı deyil əsla. Yəni ehtimal verirəm rəhlər 2 səfərin rəngi bir-birinin üstünə çox qatışıbdır və burada tarix var. Əgər eləyə bilsəm bunu oxuyam, çox yaxşı olar. İkinci bölüm Əlifi Kamilə. Yenə də burada Əlifi Kamiləsini oxu. Təmmətil kitab be'unillahil məlikil əziz əl-vəhhab səbilül nəmənə ləvi iləl irşadi və təhrir fi qərri mahi Rəbiül əvvəl. İkincisi bu birinci kitab idi, bu da ikincisi tarix. Nəmin idi? Qərri mahi Rəbiül əvvəl, Rəbiül əvvəl əlif, yenə də əlifi kamilə, yəni min, nöqtəni həm min ilə yazıbdır, əlif. Səniyə əlif. Yenə sənənin üstündə yazdığı üçün mən də sənənin üstündə yazım. Kitab burada qutardı təqribən yenə gəldik cildə yetişdik. Sonuncu səhifədə Osmanlı Süleymaniyyə kitabxanasının möhrün görürük və bu bir səhifədə Osmanlı dövrünün su üzərindəki nəqqaşını, aynı nəqqaşiyə ta ki əvvəldə var idi. Burada da görürük. Yenə gəldik kitabın əvvəlinə və başlayaq bu kitabdan. Görək ki, əcəba burada bu silinən yazını oxuya biləcəyəm ya yox. Yox, oxuya bilmirəm. Bir şeylərə bənzədirəm, amma kamil oxunmur. Siliblər. Burada rəsmən bunu siliblər. Gedək kitabın özünün içinə görək ki, kitab nə yazır. Bismillah zat yoxdur, çünki qərar alınmış bu soru olsun. Amma nədən isə soruda olmayıbdır. Sepas bi qiyaz, xudای bi همتایک گلزار بدیع الآثار بیاننده ازهاری رنجین معانی اظهار ایلدی شاخسار وجود پرسودی insani ya suz olmaz. Pursuri insani üzərində həzar dəstan xoş əlhan zəbani şirin güftar eylədi. Dəryای بیکران معانیدن استیفای معانیده ظروفی حرفی وافی qıldı. Zuruf hərfi vafi qıldı. Asiyagerdan gibi mütəhərrik olan əşyai təscin əmrində hurufi qafi kafi qıldı. Hurufi qafi kafi qıldı. Allahu Ekber. Çox gözəl kitab. Yəni ədəbi cəhətdən tam ləzzət aparır bu kitab oxuduqca. Asiyayı gerdan gibi mütəhərrik olan əşyai təscin əmrində hurufi qafi kafi qıldı. Bir nöqtədə 100,000 nüştə-i lətifə mündərəc oldu və bir məddə o bizə öyrədiblə farsıda ay ba külah, o külah ki var, yəni mədd əlaməti beləsi bir ayın üstünə qoyulur, ona mədd deyirik. Yəni mədd nə deməkdir? Yəni bu hərfi çəkmə. Bir ə var, bir dənə a, bu a-dır, o a. O mədd çox şeylərin üstündə olur. Onu deyir ki, mündərəc oldu və bir mədd bihədd və şumar, bihədd-i şumar dəqiqi ənifə münməc ya da münbəc
mündəməc oldu. Mündəməc nə deməkdir? Görüm əvvəl bunu. Çünki bunu mündəməcdən sonra heç də bənzər mündəməc. Mündəməc. Allah Allah. Mündəməc nə deməkdir? Bunu bir görək ki, belə bir şey var. Əlbəttə bu kitabdan da bir əksi qoyaq, şey eləsin, bizə desin ki, bu xətt nə xəttdir? Yəni indi ki biz bu xəttlərə görə istiruq biraz da bir şeylər də xəttlərə görə öyrəşək. Tamam. İndi ki istiruq xəttlərə görə də xəttlərin üzəri ilə də bir kitabları anlamağa çalışaq. Ən yaxşısı budur ki, hər kitabdan bir əks qoyaq, hərəsindən əgər hər gün kitabların haqqında bir baləcə bir şey öyrəşsək, xəttlərin yazılmağın haqqında, bəlkə bir müddətdən sonra xəttlərdən də bir şey anlarıq və onun üzü ilə də tarixə biraz baxa bildik ki, bir kitabın tarixi nə zaman olur? Gedək bu əksi də buradan verək, deyək ki, bu kitab və əlyazma xəttin növü və bilgilər verər misin deyə soruşaq, görək ki, bunun haqqında tarixini desəydik, görərdik ki, nə deyir, amma göndərdiyiniz bu yeni şəkil səhifə-i 21 Həmzə-i Basəfa dastanının çox maraqlı, yox o deyil də, getdi gene ora. Bunu buradan değiştirim, geçsəm aşağı şey olacaqdır. Bu kitab nə mənə idi adı? Dəqaiqül Həqaiq. Bu kitab Dəqaiqül Həqaiq kitabıdır. Tamam, bu indi buna fərqli baxar. Həm də birinci səfəsi. Yazsaydıq orada birinci səfəsi, bu 21'i hardan görür? Mən bunu 21 burada hardan görür? Bax, burada 2 yazıbdır. Necə olub bu 21 oxudu bunu? Cəlibdir. Bəzən beləsi, yəni internet belədir də, yəni hələ İslam dünyasında ərəb İslam yazıları tamam, bu deyil, bu deyil. Yox, onlar deyil. Gedək bu. Mən buna verməmişdim. Bu şeyə vermişdim. Buna vermişdim. Göndərdiyiniz yeni şəkil və verdiyiniz bilgi kitabın Dəqaiqül Həqaiq olması araşdırmanı daha dəqiqləşdirdi. Bu əsər sufizm, irfan və əxlaq qonularında yazılmış önəmli klassik mətnlərdən biridir. Bu əlyazma nüsxəsi haqda fənni və tarixi bilgilər bunlardır. Xəttin növü və üslubu. Bu nüsxənin xətti nəsx təliq, mən iştibah oxudum. Nəsx təliq arasında bir alan, daha çox kitabət nəstəliq və ya sadə nəstəliq adlanan bir üslubdadır. Özəlliyi, hərflər nəsx kimi aydın və oxunaqlıdır. Amma kəlmələrin oturuşu və boyunlarının asılması nəstəliq qaydalar, yəni uzun yazılıb. Dəndələr, əlifbası, nə bilim o uzun olanlar, lam, əlif, daha nələr vardı. Onlar uzun yazılıblar hər halda. Uyğundur. Bu xətt adətən elmi və irfani kəlamları tez və axıcı yazmaq üçün işlənirdi. Katibin zoqu, katibin hərflərin peyvəndilərini
Peyvənd Azərbaycanda da işlənir, bir-birinə yapışmağa deyirlər. Məsələn, sin, şin və y hərflərini çox səlis bir-birinə bağlayıb ki, bu da onun bacarıqlı bir münşi olduğunu göstərir. Münşi yəni inşa eləyən, inşa da yəni yaradan. Tarixi təxmin, hicri təqvimi ilə kağızın toxunuşu, dedik baft, farsca baft deyirlər, structure, mürəkkəbin rəngi, cöhərin rəngi və kəlmərin imla özəlliklərinə əsasən bu nüsxə təxminən 12-ci hicri əsrinin axırı və ya 13-cü hicri əsrinin əvvəllərinə, Qacar dövrünün başlanışı aid edə bililir. O dövrdə Azərbaycan məntəqəsinin Təbriz və ətrafında irfani mətnlərin bu cür sadə və əsil bir xətt ilə köçürülməsi çox yaygın idi. Dəqaiqül Həqaiq kitabı haqda qalsın. Özümüz biraz oxuyaq, bu bizə beyin verməsin. Əvvəl qəzavətimizi oradan almayaq. Haracan oxumuşduq? Həzar dəstani xoş əlhan zamani. Bir də qeydə əvvəldən oxuyaq da, bizə zərər eləməz ki. سپاس بیگیاز خدای بی همتایه که جلزاری بدیع الآثار بیاننده ازهاری رنجین معانی اظهار ایلدی شاخسار وجود پرسود انسانی üzerinde هزار دستان خوش الهان زبانی شیرین جفتار ایلدی دریای بیکران معانیدن استیفای معانیده ظروفی حرف وافی قلدی ظروف حرف وافی قلدی آسیای گردان gibi müteharrik olan eşyai tescin emrinde hurufi kafi kafi qıldı. Bir nöqtədə 100,000 nükte-i latifə mündərəc oldu və bir məddə bihədd şumar dəqiqe-i ənifə mündəc oldu. Mündəməc oldu. Mündəməc damcılamaqdan mənə gəlir. Mündəməc oldu, yəni damcıladı. Mənə belə gəlir. Mündəməc oldu. Vurudi durudi bihəd. Vurudi durudi bihəd nasibi livai kəramət ihtivayi مقام محمودun darüsselam livai durud bihad nasibi ki mənada işlənir? Bir tohin anlamında, bir də nəsb eləyən nasibi livai kəramət ihtivayi məqami Mahmudun Darüsselam ruzəsinə sübh-ü şam vasıl olsun ki şəmşir burran ziyan balaغت یا زیاد بلاغت şəmşir burran زبان بلاغت زبان نون oxunacaq bu زبان بلاغت nişanılə عالمی فصاحت جهانگیر و زبان بیانده sahibi Kur'an olmuştur. Salavat بیکران ol vali آلیشان حوالی بلاغت متوالی علا تعاقب الایام و لیالی متواصل olsun ki تیغ زبان بیان معجز نشانی قاطع فصحای دوران و بلغای زمان olmuştur. Beyt Muhammed kim arz oldur cahandan Muhammed kim garaz oldur cahandan vücudi cevheru alem arazdır. Yani Muhammed'in vücudi cevheru alem arazdır. Bu mevcudatiden maksud bari Allah odur bizzat bahi bil arazdır. Çün yari bari biçünle
Zəban çün yari bari'i biçununlə zəban ehtimalən burada bizə şeir deyil. Çün yari bari'i biçununlə zəbani o birisi səhifədə dəridə ki zəban dəridə ki belə oxunur. Zəban dəridə ki reybu eybidən dəri sözü də buradandır. Zəban dəridə, zəban dəri. Zəban dəridə parça-marça. Dəri sözü də ehtimalə elə buradandır. Yəni dəridə sözündəndir. Getib olub dəri, yəni cırı parçalanmış söz. Ehtimal verirəm. Yəni mən dilçi deyiləm. Amma nəzərimə beləcə zəban dəri buradakı anlamda dəridə sözündən gələ bilər. Ki olmuş yəni parça-parçalanmış, oradan buradan gəlib yığılıb bir şey olub, dəridə olubdur. Zəban dəridə ki reybu eybidən bəridir. Reyb şəkkidir, eybidən nəqsidir, nəqs uzvan. Reybu eybidən bəridir Həzrət Məhəmmədə deyir. Və cinan əhlinin ixtiyar etdikləri fəsihi lisanların bəridir. Lisanların bəridir. Bərid sözü kimi gəlir mənə. Yəni bərid indi namə deyilir. Ərəbcədə namə imeylə bərid deyirlər. Amma burada dal bidan olduğu üçün bəridir görsənir. Amma onda nə olar? Cənan əhlinin ixtiyar etdikləri fəsih lisanların biridir. Bu risale-i rəngin külalə və şirin məqalə tərtib qıldım. Bu risale-i rəngin kəlalə və şirin məqaləyi tərtib qıldım ta asar-ı əş'ardə olan əzhar əsrayı izhar ilə ol lisan-ı roşən bəyanın gülşənlər səfasının təmaşasına əbnai zamanı tərğib qıldım. Mütəşabih lüğətlərin həqiqətlərinə mütəəlliq dəqiqələri müştəmil olduğundan ötürü adını Dəqaiqül Həqaiq ördüm. Pəs kitabın adı Dəqaiqül Həqaiqdir. Ördüm. Məclis-i Səfa əqrayı Asaf Məclis-i Səfa əqrayı Asaf arayı Həzrət İbrahim Paşaya. İbrahim Paşa kimdir? Ki sahibi divan Süleyman zamandır. Töhfə etməkə layiq gördüm. Kitabı İbrahim Paşa'ya veribdi. İndi bunu oxuyarıq, görürük ki, kitab hər zaman yazılıb ki, çağ yazsaq, çağ İbrahim Paşa kimdir? Bunu əlbəttə biraz da gələr. Feylən bunu yazaq, burada bilək ki, sahibi divan Süleyman zamandır. Süleyman zamanın divan sahibidir. Yəni məsələn, indi nəxus vəzir deyirlər, başkan, vəzirlərin ən önündə gələn. Töhfə etməkə layiq gördüm. Beyt, şeir deyir. Pay mələx piş Süleyman burdən, ey bəs və lakin hünər است az muri. Ehtimal verirəm, buranı oxumuşuq. Yəni, mənə belə gəlir ki, bu kitab biraz mənə tanış gəlir. Ehtimal verirəm. Bu ikinci ehtimaldır ki, verirəm. Bir o çarçivələrdən, bir də yazını mənə tanış gəldi. Yazı özü yox ha, sözlər. Pay mələxi piş Süleyman burdən, ey bəs və lakin hünər است az muri. Suxən cofdar. Suxən nə deməkdir? Cofdar. Farsça yazıbdır hər ikisi. Suxənin mənası cofdardır. Suxən hərfisinin fətəsi. Suxən hərfi sinin sin. Suxən sı ilə başlayır. Hərfinin fətəsi və hərfi xanun zəmməsi ilə səxun. Yəni beləsi oxusaq desək səxun. Səxun müstəməldir. Belə işlənər. Nətəkim bu beyt vaqi oludur. Necə ki deyir bu beyti də ki üst oxudu. Hançı beyti də
görək nə deyəcək? Nəzm. فاتحه فکرت ختمی سخن حمد خداییست بر رو ختم کن و حرف خانون فتسیله و müstəməldir. Səxun deyəndə yəni. Necə ki bu beytidə zahirdir. Ey bəsa جایها جفته اند این سخن بکن نیکویی و به دریا فکن فکند همان فکن. Mənayı sözdür ki, lisan-ı ərəbidə ona kəlam dərlər. Ləfzi ye axıda suxanın və nəqşi ləfziyə və nəfsiyə kəlam necə şamil isə necə ki bu beyt ona dəlalət edər. Beyt. İnnəl kəlamə ləfil fuad və innəmə cəaləl lisanə ələl fuadı dəlila. Suxan dəxi və söz dəxi öylə şamildir. Suxan dəxi və söz dəxi ad ilə şamildir. Hər birisinə itlaq olunur. Suxan və söz dəxi ad ilə şamildir. Hər birisinə itlaq olunur. Kəlam-ı məlfuz suxan dedikləri bu beytidən zahirdir. Suxan axır بدهن میگذرد موزیرا. سخنش تلخ نخواهی دهنش شیرین کن. کن کلام نفسی کن کلام نفسinin mənbəyi dil olduğuna ki lisan-ı türkidə ana cöcül dərlər dilin yerinə. Bu beytidə işarət vardır. Hər çan kun fəkanə sözdür. Çün cevher çan kun fəkanə sözdür. Bu kəlamı eşit qılman sözdür. Qalan sözdür. Bu kəlamı eşit qalan sözdür. Bəhr qədər qudrətdir adəmi nə mənə no. Bəhr qudrətdir adəmi anda sədəf olmuş durur. Cöcül sözdür. Söz hənuz tələffuz olunmadın, suxan itlaq olunduğu Xacə Hafizin bu beytindən zahirdir. Tamam. Getdi bu, görürsünüz ki, lüğətlərin üstündə işlənən bir kitabdır. Şahənşahu, Mərdanşahu, İranşahu, Piranşahu, nə mənə, Piran deyil. Şiranşahu, Şiranşahdır, Piran deyil. Şiranşah dərlər. Nə deməkdir burada? Nə mənə gəldi? Hər halda lüğətdir. Mən də lüğət ilə o qədər aram olmadığı üçün cöftəcü. Cöft kaf əcəmi ilə, yəni cıda, dilə gələn sözdür. Hənuz söylənmədin söz. Cöft o sözdür ki, dilə gələr, amma hələ deyilməyibdir. Suxan dərlər, cöft deməzlər. Suxan ağızdan çıxandır. Suxan dərlər, cöft deməzlər. Nətəkim, sabiqən işarət olunmuşdur. Cöft ismidir. Cöftəndən məxuzudur. Cöftən məstərdir. Mənası tələffüzdür. Cöft mənayı məzkurə itlaq olunduğu bu beytidən zahirdir. Məgər kan گفت دانایان ببرهاست که دل را دل بود آینه راست. Lisan-ı Türkidəki demə mənasında istimal olunur. Cöft məsələn demə, eşitmə. Deyəcək yerdə əcəm cöftü şunud der. Demə eşitmə. Demə eşitmə
deyəcək yerlərdə əcəm cüftüşünü der. Nitə ki, bu beytdə vaqe olubdur. Lüğətdir, biraz çox dəqiq gedir bunların içinə. İndi farsidə o cür işlənmədiyi üçün biz bundan geçək. Gedim mən bu kitabın sonuna görürüm ki, əcəba bunun adı, yazanın adı bəlli olarmı? 100 neçə idi? 107. (106) 107 kitabın son səhifəsi. Buradan biraz qabaqdan beyt. Mən o Rüstəm o əsv şəbdiz o tiğ نیارد برو سایه گستر دمیغ. Bəhrül-Qəraib sahibinin cümlə-i qəraibindəndir ki, dünüz təfsirində, nə mənədir bunu oxuya bilmirəm, dinin təfsirində etmişdir. Dinin bir kəlmə din indi burada həttəmən danışır onun haqqında etmişdir. O rəngi ki anın qeyriyyət ola ya qeyrət ola, yəni bu zomarıq ola, bozmarıq ola, tüzdənlü ola, tüzdənklü ola, əksərat vəsfində istimal olunur. Həm arızə itlaqi, həm məruzə cəmi rəngə dəlalət edər. Lüğətlərin cayı budur. Kəlamın əvvəlində xəta etmişdir. Nitə ki, bəyan sabiqdən zahir oldu, axirində dür xəta etmişdir. Axirində də xəta etmişdir. Diyü eylə dizəi fərq etmişdir. Diyü ilə diz ilə dizəi fərq etmişdir. Diz ilə dizəi fərq etmişdir. Lo'nun ismi dizdir. Müləvvənin ismi dizədir. Rəngin adı dizdir. Mən diz nə rəngidir bilmirəm. Lo'nun ismi dizdir. Müləvvənin ismi dizədir. Məsələn, o şeyin ki, üstündə rəh çəkiblər, ona da dizə deyərlər. Axır kəlmədəki hanın ziyadəsini ifadə edər. Əklənmişdir. Əlbəttə, əklənmiş deyil, əklənmişdir. 2 dənə mim var. Əklənmişdir. Əman əklənmişdir mənasında, yəni əlavə olmuşdur. Amma, yəni he axirinə o dizə ki deyir he, o dizə he deyir əklənmişdir ya əklənmişdir. Amma ana ata boş itlaq, amma ana əbuş itlaq bu beytdən vaqi və zahirdir. Yəni əbuşu burada gəldi, əvvəldə oxuduq, harada oxuduq, burada ya bayaq oxuduq, burada gəlir. Bəli, bayaq bunu oxumuşuq. Əbuş sözü burada oxuduq. Təəssüflə buradan da bu üzə oxumağa ehtiyacı yoxdur. Çünki keçən yap əvvəldə bu kitab başlayanda oxuduq. Burada bir şey yoxdur. İkinci kitaba getək. Şurası bu ikinci kitabda nə var? İkinci kitabı da beləsi başlayır. Görək oxuya biləcəyik. Bunu da çox şeydir. Bu səhaif bir lətayifin təsvidinə rai və bais və məzmuni məknunində mündərəc olacaq ehtimalən, amma r yoxdur, mündəməc oxunur. Mündəməc və burada oxunmur, mündərəc olacaq bu da. Mündərəc olan məarifün təmhidinə səbəb hadis oldu ki, ərbab fəzl və əshab mərifətdən bir cəmaətlə ki meydani fərsün farsləridir. Diqqət buyurun ki meydani fərsün fərsək. Fərsün fərsək yazıbdır. Fərsün farsləridir. Lüğət farsidə axır kəlməyə
lahiq olan harf yanın xüsusində münazirə olundu. Əsnai muhavirədə hazirlərdən və nazirlərdən birisi ol mənalar 5 növdür ki, vəhdət, nisbət, xitab, tənkir və məstəri. Tənkir nəkrə olmaq. Tənkir və məstəriyyəyə münhəsirdir dedi. Bir nəfər durub deyib ki, ağa, indi bəhs nəymiş, onu mən bilmədim. Deyir ki, hazirlərdən və nazirlərdən birisi. Yəni, bir dənə cələsə qruplarda mübahisə gedir, bir də adamlar oturublar, tamaşa edirlər. Ədəbi və intellektual bəhs gedir, ziyalı bəhsi gedir, ədəbiyyat üzərə. Orada bir bəhs olur, deyir ki, hazirlərdən, deyir ki, nə mən oldu? Lüğət-i Farsidə axir bəhs olur da, meydan-ı Farsa ki, Farsilər idir. Lüğət-i Farsidə axir kəlməyə lahiq olan harf-i yanın, ya, budi, həsti, əsti, nə bilim, bu bir şeylər ki, ya gəlir axırına, deyir, onları. Deyir, bunlar axir kəlməyə lahiq olan harf-i yanın xüsusində münazirə olundu. Əsnai muhavirədə hazirlərdən və nazirlərdən birisi ol mənalar 5 növdür ki, yəni bir nəfər dedi ki, 5 növdür. Y 5 növdür. Vəhdət, məsələn deyirik ki, yeki, mərdi, zəni, qavi. Burada yek mənasındır. Və nisbət, məsələn deyir ki, Kəlani, Təbrizi, Əhəri, Urmiyəvi, Ərdəbili, bu yalar da nisbətdir, harallıdır, onu göstərir. Və xətab, yəni sən, toyi, bir anlamda, məsələn toyi, ye anlamda xitab və tənkir nəkərə, bəlli olmayan, mərdi, heyvani, bəlli deyil hançı heyvan, hançı kişi, bətçeyi və məstəriyyə də ehtimalə mən misalı zehnimə gəlmir, amma məstər mənasına dirişlənir. Münhəsirdir dedi. Fəqir etdim, mən dedim, yazan deyir, kimdir? Bəlkə ondan ziyadə, bəlkə ondan ziyadədir. Deyir ki, ondan da çoxdur hətta, ondan ziyadədir. Ondan sonra məstəriyyə məzkur hərfin mənasından dəcildür dedim. Bu davaya məni tələb eylədilər. Yəni, mən ki, dedim, ondan çoxdur, ona. Müddəai məzburun tamam öhdəsindən xilas olacaq məzbur cəmaətin içindən bir münsifi ki, kəmal-i insaf ilə müttəsəf idi, etdi. Siz kəlmə bizim mislimiz Əllamə Zəməxşəri ilə əhl-i Məkkənin şərəfəh Allah Teala olan qəziyyəsidir. Aha, bir şey deyibdir, deyib nə mənə? Müttəsəf idi, etdi. Sizinlə bizim məsəlimiz, beləsi oxuyacaq. Sizinlə, burada siz kələmə kimi görürsənir, amma bu nədir? Sizinlə bizim məsəlimiz Əlləmi Zəməxşəri ilə əhl-i Məkkənin şərəfəh Allah Teala olan qəziyyəsidir. Ol qəziyyənin əsli budur ki, şul vaxtidə ki, məzkur yeganə zamanə faiq nam kitabın ki, dəqaiq qəribə ərəbiyyə cami'dir itmam etdi, məzkur kitab müstədabi əlinə aldı və hərəmi mühtərəmə çıxdı, dəxi etdi. Ya məaşirəl ə'rabi, ya məaşirəl ə'rabi, xuzu lüğətəkum min rəculun əcəmiyyun. Pəs ol cəmaət ki, xülasi nas idilər və həm vədsi ixlas üzrə iltimasları bais olub tə'rilər olunan məqaləyi təhrir olunan məqaləyi tərtib və
şəhdi şəhzili oldu. Burada bir şey yazıb oxuya bilmirəm. Şəhzili oldu. Təhzib, üzrəm. Tərtib və təhzib oldu. Tamam, indi oldu. Yəni biraz o üzvüzə gedəndən sonra oldu. Təhrir olunan məqaləyi tərtib və təhzib oldu. Bu üslub hadis üzərinə təsvir olunan risalə-i surət təbir və səmt təhrir buldu və simət təhrir buldu. Yəni üstündən şey götürdülər. Müqəddəmən bu müqəddəmədən məfhum və məlum olsun ki, lüğət farsidə axir kəlməyə lahiq olan ya 3 cinsidir. Bir cinsi hurufi mübayindəndir və bir cinsi də hurufi məanidəndir və bir cinsi dəxi hurufi zəvaiddəndir və hurufi məbani şul hərflərdir ki, da burada su tökülübdür, oxumağı biraz zor olacaqdır. Amma görürsünüz ki, təxəssüsi bəhsidir. Həm orada təxəssüsidir, daha çox dərin təxəssüsidir. Burada da görürsünüz ki, fəqət yağın üstündə bir dənə kitab risalə yazıb adam. Bir dənə risalə hərfi ya ki, farsı dilində işlənir, onun üstündə türkcə üzrə yazıbdır, amma farslarla bəhs elirmiş. Vəli gəlib oturub bir kitab yazıb bəhsidən sonra. Və burada görürük ki, çox ciddi bir mübahisə gedir bir hərfin üzündə. Yəni diqqət buyurun, görün ki, türklər nə qədər dilləri yaradıblar, onlarda dərin və geniş elmə sahibdirlər. Məsələn, burada 4-cü səhifəyə keçdim mən indi, 3-cü səhifəyə əslində. Burada bir yazı görürəm, bunu oxuyaq. Qaidə. Cins əvvəldən və cəli sani və cinsi əvvəldən və cinsi sanidən yanın usuli məanisi 9'dur. Yanın, y hərfinin. Ya cins qaidə. Cinsi əvvəldən və cinsi sanidən yanın usuli məanisi 9'dur. Xitab səfiyyət, sifatiyyət həmən. Səfiyyət, nisbət, vəhdət, ibham, tə'liq, hal, nəfi, əfrad. Nisbətün, bir də nisbətün bir şöbəsi vardır. 4-cü mənanın 6 şöbəsi vardır. Oh, Allah Allah. Nisbətün dedi. Oradakı üstə nisbət demişdi onun. Nisbətün bir şöbəsi vardır. 4-cü mənanın ehtimalən vəhdət olacaqdır, ya hər nə mənə bilmirəm. 6 şöbəsi vardır. Burada bir yazıbdır, əvvəl şöbələr icma ilə məani ol 9'dur. Burada gətirir, bunun üstə xət çəkib ki, yəni bunu ötürün. 6-cı qeydir, orada dedi nisbətün, sonra 4-cü, indi deyir 6-cı cinanın 3 şöbəsi vardır. Tə'liqün 3 şöbəsi vardır. Ol şöbələrlə cümlə məani 19'dur. Cinsi salisdə olan ya ilə 20 dürlü olur. Oo, 20 dürlü olur. Etibar-ı axər kəlmədə olan, tamam, çox təxəssüsüdür. Yəni, fars ədəbiyyatın türk dilində üstündə mübahisə eləmək, onu farslara andartdırmaq, mən fikir eləmirəm, bu kitab kimi oxuduq, ya özü bir doktorat tezidir. İnanmıram ki, bunu farslar bu qədər bilələr ki, bu adam yazıbdır. Kitabın sonuna gəldik, amma təəssüflə o qədər rəng qatışıqdır ki, eləyə bilməyəcəyəm ki, bundan oxuyayım. Axirin, amma çalışım, oxuya bilsəm, 3-4 sətr oxuyayım, beləsi qutaraq. Zikr olunmuşdur. Sanun əsli ya da xanun, oxunmur ona görə. Əsli fil həqiqəti mayi oxumayaq, oxunmur ona görə. Oxumaq olar, amma
ya hazf olduğundan sonra ma qalmışdır. Suhuləti tələffüz üçün bir ya ziyadə olunmuşdur. Miya olmuştur. Maya ehtimalen. Sureti ma ile ma'aki lügati Arabide uyunun ismidir. Uyun eyni şeydir da, yani göz. İştibah xilas olmuşdur. Neden? Tamam, bilhassa hər halda. Oxuya bilmədik. Bu kitab hər halda şeydə yazıldığı üçün 1000 ildə yazılıbdır. Yəni neçə il bundan öncə? Aha, bunu çıxara bilək. Əgər çıxara bilsək, İbrahim Paşa kimdir? Əlbəttə, net bir dəfə bunu soruşmuşuq İbrahim Paşanı. İbrahim Paşa kimdir? Bunu bir Tazaş'tan yazım. Eğer icazə versə Tazaş'tan bunu yazarım. Deyərək ki, onun zamanında bu kitab yazılmışdır. Ki kitabı ki həqaiqi dəqaiq kitabı ona töhfə edilmişdir. Bir dənə də izafə edeyim ki, sizin bilgilərin tərsinə bu kitab irfan və təsəvvüf hatta yox, bəlkə fars dilindəki lüğətlər və habelə bəzi hərflərin fars dilində necə və hansı mövqedə işlənməsi haqda imiş. Tamam, bu görər, bu qədər görər. Haqlısınız. Tanıtmada səhvim oldu və bu dəqiqləşdirməniz üçün təşəkkür edərəm. Əlinizdəki əsər sufi mətnlərində olan eyni adlı əsərlərlə değişik düşüb. Sizin işarə etdiyiniz Dəqaiqül Həqaiq məşhur Osmanlı alimi və Şeyxülislamı Kəmal Paşazadə Əhməd İbn Süleyman vəfat 940 Hicri qəməri tərəfindən yazılmış önəmli bir lüğət və ədəbiyyat kitabıdır. Tamam, pəs yazan kimdir? Kəmal Paşazadə Şeyxülislam yazar. Şeyxülislam Kəmal Paşazadə virgül parantez içində Əhməd İbn Süleyman vəfat Əhməd İbn Süleymanın vəfatı 940 Hicri qəməridə tərəfindən yazılmış önəmli bir lüğət və ədəbiyyat kitabıdır. Bu kitab fars dilindəki, yəni indi diqqət buyurun, bu kitab neçə il bundan qabaq yazılıb? Bunu hesablayaq. İndi 1447-ci ildir yox. Bundan çıxsaq 940 dedi də, o cür deyir, 940. Yəni bu kitab 507 il bundan öncə qabaq yazılıb. Kitab 507 il öncə yazılmışdır.
Ki 2 dana risalədən ibarətdir. Bu kitab fars dilindəki incəlikləri, sözlərin fərqli mənalarını və hurufların, hərflərin işlənmə qaydalarını Osmanlı türkcəsində izah etmək üçün qələmə alınmışdır. İbrahim Paşa, əlbəttə kitabı oxusaydı da bunu görərdi. Ha, kitabı oxumayıb, elə adından İrfan getdi. Əlbəttə üstdə bəlkə ayrı bir şeylər də yazmış olaydı. Hə, burada yazıbdır. Mətnin dili. Bu kitab həqiqətləri, incəliklərini və irfan düşün. Burada o deyil. Danyal əleyhissalam Camasp. Yox, getdi o ayrı yerə, o deyil. Yenə dediyimə görə yenə də gedib ora. Yəni mən bununla belə şey demişəm. O gedib ora, amma burada şimdi bunu oxuyaq. İbrahim Paşa kimdir? Bu kitab təqdim edildiyi şəxs Osmanlı tarixinin ən güclü və məşhur sədr-əzəmlərindən biri olan Parğalı İbrahim Paşadır. Yazaq. Parğalı. Olur Sultan Süleymanın vəziri. Bacısı əri eyni halda. Parğalı. Hara getdi, harda idi? İbrahim Paşa. Parğalı. İbrahim Paşa. Ehtimalə nə olacaq? Bu kitab təqdim etdiyi şəxs Osmanlı tarixinin ən güclü və məşhur sədr-əzəmlərindən biri olan Parğalı İbrahim Paşadır. Vəfatı 942-də olubdur. Tamam. Onun haqqında əsas bilgilər bunlardır. Məqamı. Qanuni Sultan Süleymanın ilk sədr-əzəmi, baş vəziri. O, 929 Hicri qəməri ilində bu məqama çatmış və təxminən 13 il Osmanlı İmparatorluğunun ikinci şəxsiyyəti olaraq hökumət etmişdir. Elm sənət hamısı. İbrahim Paşa çox dil bilirdi. Yunan, İtalya, Fars və Türk dilləri. Sənətkarları, alimləri himayə etməklə tanınırdı. Kəmal Paşazadə də öz dövrünün böyük alimi olaraq Fars dilinin incəliklərini izah edən bu dəyərli əsəri ona töhfə ya ithaf etmişdir. Dövrü. Kitabın yazılması və İbrahim Paşa təqdim olunması 10-cu Hicri əsrinin əvvəllərinə, Sultan Süleyman dövrünə təsadüf edir. Kitabın mühtəvası haqda. Sizin işarə etdiyiniz kimi bu kitabda 1. Farsça sözlərin dəqiq məna fərqlilikləri araşdırılır. 2. Hərflərin, məsələn B, Ra, Ta və kəlmələrin əvvəlində ya axırında gəlməsi ilə yaranan məna dəyişikləri izah olunur. Fars ədəbiyyatında olan kinayələr və istiarələr o dövrün elmi dili ilə şərh edilir. Sizin əlinizdəki nüsxə Kəmal Paşazadənin bu klasik əsərinin Azərbaycan və ya Osmanlı məntəqəsində köçürülmüş bir nüsxəsi sayılır. Mətnidə görünən Danyal və Camasp genəcəti ora. Belə bir şey yoxdur. Bu kitabda Danyal və Camasp kimi sözlüklər yoxdur. Bu sözlüklər öncəki kitabın adı nə idi? Həmzi Basəfa. Öncəki kitab Həmzi Basəfa kitabına aiddir. Yəni tez-tez onları bir-birindən ayıra bilmir təəssüflə. Haqlısınız, burada bir qarışıqlıq
baş verib və sizin bu diqqətiniz haqlıdır. Şəkilləri və mətnləri yan-yana qoyub incələdikimdə vəziyyət belə anlaşılırdı. Daniel və Camas vaxtda tamam, onlar getdirək, həqiqətən fərqliliyi, nəticə. O cümlələr və əsatiri adlar Həmzə Basəfa kitabında mətnində idi. Sizin ikinci göndərdiyiniz şəkil isə Dəqaiqül Həqaiq kitabından bir səhifədir ki, onun mövzusu ümumən başqadır. Lüğət şünaslıq. Bu iki əlyazma bir-birindən ayrı-ayrı əsərlərdilər. Sizin Dəqaiqül Həqaiq kitabından göndərdiyiniz şəkildə ikinci qabıda, ikinci faylıda ehtimal olacaq. Kəmal Paşazadənin bəhs etdiyi xas bir kəlmə ya da hərfin izahı diqqətinizi çəkdimi? İstərsiniz o elmi mətnin oxunmasında kömək etdim. Çox sağ ol, tamam, yetişdi. Mənə elə bu qədər görər. Bu günləri bu qədər görər. Çox gözəl bir bəhsə gəldik, dostlar. Görünür ki, 940 Hicri qəməridə Türk dili Osmanlıda çox güclü yazı, elm, ədəbiyyat dilidir. Yəni 500 il bundan qabaq ən azı. Əlbəttə çox daha uzun. 500 il. 500 il bundan qabaq rəsmi yazılarda görürük ki, Fars dili üzərinə döşküra kimi bir tez keçir. Və bu da deyir ki, Türklər arasında və Farslılar arasında ehtimalən bir bəhsidir. O da bu şeydir, yəni bir dənə hərfi yağın üstündə ciddi. Bu bunu göstərir ki, Türklər çox ciddi qələmləularında o hakimiyyətləri olduğu torpaqların dillərinə və millətlərinin üstünə hamısını çox ciddi tanırmışlar. Çox dərin dillərin, özlərin tanırmışlar. Bunun da üzərinə, məsələ dedik keçənki cəlsələrdə, kətlərin belə hansında neçə adam var, neçə qoyunu var, neçə öküzü var, neçə inəyi var, neçə camışı ola bilər, neçə toyuğu var, neçə uşağı var, neçə arvadı var, neçə qızı var, neçə oğlu var, neçə dişi salimdir, neçə dişi salimdir, başı çeçəldir, çeçəl deyil. Bunların hamısını orada Osmanlı toplayıbdır. Yəni bu ittilaat topladığı, məlumat topladığı haqqında güclü bir dövlət imiş. Və 700 il davam gətiribdir. Və sonra xainlərin xəyanəti ilə yıxılıbdır. Hər halda bugün 2 dənə kitab tanışdıq. Çox dərin biri nağıl, Türk dünyasında tarixdən gələn bir nağılı kitab şəklinə tökübdür. Ondan tanış olduq, biraz da oxuduq. Zor idi oxuması, oxuduq. İkinci kitab isə onun da yazması zor idi. Amma ondan da yine biraz oxuduq. Bununla belə ki, su geçmişdi, bəzi yerləri oxumaq zor, çox zor idi. Amma çalışdıq, onların da bəzi yerlərini oxuduq. Son səhifəsini oxumadıq. Da yorulmuşdum da, düzünü axtarsanız. Hududən 3 saata yaxındır ki, bugün kitabları, bu 2 kitabın üstündə çalışırdım ki, bunlardan bir şeylər anlayayım. Və əl yazıları oxuya bilim. Allaha şükür bu fürsəti, bu ömrü mənə verdi. Əgər bir aha ömrü verirsə, nə deyirlər? Ömrümüzü bu yolda sərf eləməyə cəhd eləyəcəyik, taza kitablarla tanış olacağıq və atalarımızın bizə qoyduğu miraslarla da tanış olacağıq. Sağ olun, sağ qalın. Bir daha görüş üçün Allahın əmanəti.